Təsdiqlənmiş fakt budur. Ziya Musaoğlu Bünyadov, tarixçi, şərqşünas, ərəbşünas, akademik, professor, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı. Yeni Azərbaycan Partiyasının rəhbərliyində yer almış ictimai-siyasi fiqur və Sovet İttifaqı qəhrəmanı 1997-ci il fevralın 21-də Bakıda yaşadığı binanın girişində pilləkənlərin yaxınlığında qətlə yetirildi. Təsdiqlənmiş faktların dili bəzən çox soyuq olur. Orada nə qaranlıq həyətin qoxusu var, nə köhnə Bakının divarlarına hopmuş qorxu, nə də axşam evinə qayıdan bir insanın. Təsdiqlənmiş faktların dili bəzən çox soyuq olur. Orada nə qaranlıq həyətin qoxusu var, nə köhnə Bakının divarlarına hopmuş qorxu, nə də axşam evinə qayıdan bir insanın son addımlarında gizlənə biləcək cavabsız suallar. Sənəddə yazılır, hadisə təxminən saat 18 radələrində, bəzi mənbələrə görə saat 18:10 dəqiqə ətrafında baş verib. Amma həmin cümlə bütün dəqiqliyinə baxmayaraq bizə əsas sualı verməyə mane olmur. O axşam qapı ağzında onu kim gözləyirdi? Sənəddə yazılır, hadisə təxminən saat 18 radələrində, bəzi mənbələrə görə saat 18:10 dəqiqə ətrafında baş verib. Amma həmin cümlə bütün dəqiqliyinə baxmayaraq bizə əsas sualı verməyə mane olmur. O axşam qapı ağzında onu kim gözləyirdi? Rəsmi versiyaya görə onu gözləyənlər radikal dini qruplaşma ilə əlaqəli şəxslər idi. Məhkəmə hökmünə istinad edən açıq mənbələrdə bildirilir ki, qətl əvvəlcədən planlaşdırılmış, evin ətrafı və hərəkət marşrutu müşahidə edilmiş, qətl günü isə dəstə 2 hissəyə ayrılmışdı. Bu, rəsmi fəktdir və sənədli araşdırmada onu fakt kimi yox, məhkəmə ilə nəticələnmiş rəsmi versiya kimi ayrıca göstərmək vacibdir. Amma başqa versiyalar da var. Bəzi araşdırmaçılar, politoloqlar, müxalif media materialları və Sara Krombaç kimi akademik müəlliflər Ziya Bünyadovun təkcə elmi fiqur olmadığını, onun 1990-cı illərin siyasi qaranlığında çox şey görən, çox şey bilən və bəzən sərt danışan bir şəxs olduğunu vurğulayırlar. Bu versiyalara görə akademikin susturulması dini motivdən daha geniş, daha dərin və daha siyasi ola bilərdi. Bu, təsdiqlənmiş məhkəmə faktı deyil, bu, araşdırmaçılar tərəfindən səsləndirilən, cavabsız suallardan doğan ehtimal xəttidir. Bədii rekonstruksiya, yəni fakt olmayan atmosfer təsviri kimi təsəvvür edək, Bakı axşamı yavaş-yavaş ağırlaşırdı. Şəhər o illərdə sanki öz səsini itirmişdi, insanlar danışırdı, amma tam danışmırdı, sual verirdi, amma cavabın sonunu udurdu, küçələr yaşayırdı, amma hər küncdə sanki görünməyən bir göz dayanmışdı. Köhnə binaların girişlərində sarı işıq yanıb sönür, pilləkənlərdə addım səsləri 2 qat eşidilir, qapıların arxasında televizorların səsi qalxır, sonra birdən alçalırdı. Bu təsvir fakt deyil, amma dövrün psixologiyasını anlamaq üçün bədii açardır. Təsdiqlənmiş faktlara qayıdaq. Ziya Bünyadovun ölümü sadəcə bir alimin həyatdan getməsi kimi qəbul edilmədi. O, müharibə qəhrəmanı idi, Sovet sisteminin içindən çıxmış, sonra həmin sistemin repressiya arxivlərini araşdırmış alim idi, orta əsr Azərbaycan tarixinin böyük suallarına cavab axtaran, ərəb və fars mənbələrini elmi dövriyyəyə gətirən tədqiqatçı idi. Vasim Məmmədəliyevlə birlikdə Qurani Kərimi Azərbaycan dilinə tərcümə etmişdi, daha sonra isə müstəqil Azərbaycanın ilk siyasi quruluş illərində parlamentə gəlmiş, hakim partiya xəttində mövqe tutmuşdu. Onun həyatında bir neçə simvol bir-birinə elə qarışmışdı ki, qətl də təkcə kriminal hadisə kimi görünmürdü. Bir adam düşünün, gəncliyini müharibədə keçirir, Polşada Pilitsa çayı üzərində strateji körpünün tutulması ilə bağlı döyüşdə fərqlənir, Sovet İttifaqı qəhrəmanı adını alır, sonra Moskva Şərqşünaslıq İnstitutunda oxuyur, Bakıya qayıdır. Akademiyada yüksəlir, yüzlərlə elmi mətnə imza atır, dövlətin ideoloji yaddaşında yer tutur və nəhayət 1990-cı illərin Bakısında öz binasının pilləkənində ölümcül hücuma məruz qalır. Burada faciənin əsas dramaturji düyünü yaranır. Müharibədə körpü tutan adam öz evinin qapısına çata bilmədi. Bu cümlə bədii ümumiləşdirmədir, amma onun arxasındakı faktlar sərtdir. Açıq mənbələrə görə həmin gün Ziya Bünyadov evə qayıtmış, sürücüsünü buraxmış və binaya tək daxil olmuşdu. Rəsmi istintaq materiallarına istinad edən yazılarda bu an qətlin icrası üçün kritik məqam kimi təqdim edilir. Adətən sürücünün onu mənzilə qədər müşayiət etdiyi bildirilir, qətl günü isə akademik tək qalxır. Bu detal təsdiqlənmiş məhkəmə materiallarının açıq mənbələrdə verilən şərhinə əsaslanır, amma o anın daxili səbəbini, niyə məhz həmin gün tək qalxmağı seçdiyini biz bilmirik. Və sənədli detektiv məhz burada başlayır. Çünki böyük siyasi qətllərdə bəzən ən vacib sual nə baş verdi, olmur. Ən vacib sual niyə məhz belə baş verdi, olur. Niyə qapı ağzı? Niyə həmin axşam? Niyə tək?
Niyə elə bir adam ki, həm Sovet keçmişinin qəhrəmanı, həm yeni Azərbaycan dövlətinin simvolik ziyalısı, həm də tarix, din, siyasət və ideologiyanın kəsişdiyi təhlükəli məkanda yaşayan fiqur idi? Təsdiqlənmiş faktlar ayrıca dayanır. O, fevralın 21-də qətlə yetirildi. Fevralın 23-də Şəhriyar adına mədəniyyət mərkəzində vida mərasimi keçirildi. Sonra fəxri xiyabanda dəfn olundu. Azərbaycan prezidenti Heydər Əliyev vida mərasimində çıxış etdi və bu hadisəni yalnız bir şəxsin faciəli sonu kimi deyil, xalq və dövlətə qarşı yönəlmiş hücum kimi mənalandırdı. Ölümündən sonra Ziya Bünyadov İstiqlal ordeni ilə təltif edildi. Bakıda prospektlərdən birinə onun adı verildi. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu onun adını daşımağa başladı. Amma rəsmi mərasimlər, ordenlər və adlar bəzən cəmiyyətin yaddaşında yaranmış boşluğu doldurmur. Çünki bu işdə bir neçə xətt bir-birinə toxunur. Radikal dini qruplaşmalar xətti, İran izi barədə rəsmi iddialar, daxili siyasi mübarizə ehtimalları, korrupsiya və özəlləşdirmə barədə söylənən versiyalar, itmiş və ya heç vaxt açılmamış sənədlər, ailə xatirələrində qalan narahatlıqlar, müstəqil Azərbaycanın qaranlıq illərində hər kəsin bildiyi, amma az adamın açıq dediyi qorxular. Və burada biz tamaşaçıya bir söz verməliyik, bu hekayədə faktı versiya ilə qarışdırmayacağıq. Təsdiqlənmiş faktları ayrıca deyəcəyik. Rəsmi versiyanı rəsmi versiya kimi təqdim edəcəyik. Alternativ ehtimalları ehtimal kimi göstərəcəyik. Bədii rekonstruksiyanı isə açıq şəkildə fakt olmayan atmosfer quruluşu kimi işlədəcəyik. Çünki Ziya Bünyadovun son saatları barədə hər şeyi bilmirik. Son 24 saatın tam, dəqiq, saat-ba-saat rekonstruksiyası açıq mənbələrdə yoxdur. Onun həmin gün səhər kimlə görüşdüyü, hansı telefon zənglərini etdiyi, hansı sənədlərə baxdığı, nəyə əsəbləşdiyi, nədən narahat olduğu barədə tam təsdiqlənmiş xəritə görünmür. Ən yaxşı sənədləşən hissə axşama doğru başlayır. Rəsmi sxemə görə günün ikinci yarısında onu izləyənlər hərəkətə keçir. Təxminən saat 16 radələrində dəstə iki qrupa ayrılır. Müşahidə qrupu onun evə qayıtması barədə məlumat ötürür. İkinci qrup binanın yaxınlığında gözləyir və axşam saat 18 radələrində son 24 saatın tam, dəqiq, saat-ba-saat rekonstruksiyası açıq mənbələrdə yoxdur. Onun həmin gün səhər kimlə görüşdüyü, hansı telefon zənglərini etdiyi, hansı sənədlərə baxdığı, nəyə əsəbləşdiyi, nədən narahat olduğu barədə tam təsdiqlənmiş xəritə görünmür. Ən yaxşı sənədləşən hissə axşama doğru başlayır. Rəsmi sxemə görə günün ikinci yarısında onu izləyənlər hərəkətə keçir. Təxminən saat 16 radələrində dəstə iki qrupa ayrılır. Müşahidə qrupu onun evə qayıtması barədə məlumat ötürür. İkinci qrup binanın yaxınlığında gözləyir və axşam saat 18 radələrində yaşadığı binanın girişində ölkənin ən tanınmış alimlərindən birinin yolu qapanır. Ölkənin ən tanınmış alimlərindən birinin yolu qapanır. Bu hekayənin birinci qapısı elə həmin girişdir. Orada bir tərəfdə fakt dayanır, qətl baş verib. Digər tərəfdə rəsmi versiya dayanır, radikal dini qruplaşma. Üçüncü tərəfdə isə sual dayanır. Əgər rəsmi cavab bütün qaranlığı işıqlandırırdısa, niyə bu hadisə illər sonra da siyasi detektiv kimi danışılır? İkinci fəsil. Susan şəhər. Dövlət təhlükəsizlik orqanlarının və məhkəmə hökmünə istinad edən mənbələrin izah etdiyi rəsmi xəttə görə Ziya Bünyadovun qətli təsadüfi hücum deyildi. Bu xəttə görə dövlət təhlükəsizliyi və hüquq mühafizə orqanlarının, həmçinin məhkəmə hökmünə istinad edən mənbələrin izah etdiyi rəsmi xəttə görə Ziya Bünyadovun qətli təsadüfi hücum deyildi. Bu xəttə vilayəti Əl-Fəqi Hizbullah, Hizbullah-in Azərbaycan qolu və Ceyşaullah konteksti ilə əlaqələndirilən radikal dini çevrələrin adı çəkilir. Açıq mənbələrdə motiv kimi Ziya Bünyadovun Albaniya tarixi kitabına yazdığı ön sözə görə ona qarşı irəli sürülən dini təhqir iddiaları, İran dini dairələrində ona qarşı fətva verilməsi barədə iddia və bəzi radikal çevrələrin onu İsrailin Mossad kəşfiyyatı ilə əlaqədə olmaqda ittiham etməsi göstərilir. Açıq mənbələrdə motiv kimi Ziya Bünyadovun Albaniya tarixi kitabına yazdığı ön sözə görə ona qarşı irəli sürülən dini təhqir iddiaları, İran dini dairələrində ona qarşı fətva verilməsi barədə iddia və bəzi radikal çevrələrin onu İsrailin Mossad kəşfiyyatı ilə əlaqədə olmaqda ittiham etməsi göstərilir. Burada çox vacib sərhəd var. Bu ittihamların Ziya Bünyadov haqqında fakt kimi doğruluğu təsdiqlənmir. Onlar rəsmi istintaq və media materiallarında qruplaşmaların irəli sürdüyü iddialar, yəni motivləşdirici təbliğat dili kimi görünür. Biz onları akademikə qarşı həqiqi fakt kimi deyil, ona qarşı düşmən obrazı qurmaq üçün istifadə edilmiş ittihamlar kimi təqdim etməliyik.
Rəsmi versiyanın güclü tərəfi ondadır ki, məhkəmə hökmü ilə nəticələnmiş cinayət işi mövcuddur. Açıq mənbələrdə 2 nəfərin ömürlük həbs cəzası aldığı, daha 5 nəfərin uzun müddətli azadlıqdan məhrum edildiyi bildirilir. Nizami Nağıyev və Mahir Zeynalovun ömürlük həbs cəzası aldığı göstərilir. Rəsmi versiyanın güclü tərəfi ondadır ki, məhkəmə hökmü ilə nəticələnmiş cinayət işi mövcuddur. Açıq mənbələrdə 2 nəfərin ömürlük həbs cəzası aldığı, daha 5 nəfərin uzun müddətli azadlıqdan məhrum edildiyi bildirilir. Nizami Nağıyev və Mahir Zeynalovun ömürlük həbs cəzası aldığı göstərilir. Qalib Babayevin Azərbaycan-İran sərhədində öldürüldüyü, Tariyel Ramazanov və Cavanşir Aslanovun isə axtarışda olduğu qeyd edilir. Bu adlar rəsmi versiyanın açıq mənbələrdə təkrarlanan hissəsidir. Tariyel Ramazanov və Cavanşir Aslanovun isə axtarışda olduğu qeyd edilir. Bu adlar rəsmi versiyanın açıq mənbələrdə təkrarlanan hissəsidir. Amma bu işin zəif və suallı tərəfləri də var. Bir sıra müstəqil araşdırmaçılar və müxalif mənbələr rəsmi versiyanın bütün suallara cavab vermədiyini bildirirlər. Onların fikrincə, radikal dini xətt real icra mexanizmini izah etsə də, mümkün sifarişçilər və daha geniş siyasi maraqlar məsələsində qaranlıq sahələr qalır. Bu, sübut edilmiş fakt deyil, alternativ baxışdır. Amma sənədli detektivdə alternativ baxışı tam susturmaq olmaz, onu düzgün etiketləmək, faktla qarışdırmamaq və cavabsız sual kimi saxlamaq lazımdır. 1990-cı illərin Bakısını anlamaq üçün sadəcə bir qətl işinə baxmaq kifayət deyil. O illər Srinin dağılmasının tozu hələ havada idi. Qarabağ müharibəsinin ağrısı cəmiyyətin sinəsində idi. Dövlət institutları yenidən qurulur, təhlükəsizlik strukturları Sovet mirası ilə yeni reallıq arasında qalır, silahlı qrupların kölgəsi hələ tam çəkilmir, xarici təsir xətləri isə Bakının siyasi havasında görünməz cərəyanlar kimi dolaşırdı. İran, Rusiya, Türkiyə, Qərb, İsrail, bunların hamısı Azərbaycan haqqında düşünürdü, Azərbaycanda mövqe axtarırdı, Azərbaycana baxırdı. Bu kontekst təsdiqlənmiş geniş tarixi fondur. Amma konkret qətlin sifarişçisi barədə hər iddia ayrıca sübut tələb edir. Ona görə də Bakının qaranlıq illəri ifadəsi burada bir hökm deyil, fonun adıdır. O illərin qaranlığı təkcə gecə küçələrində deyildi, qaranlıq arxivlərdə, bağlanmış cinayət işlərində, yarımçıq şahid ifadələrində, birdən yoxa çıxan adamlarda, qorxu ilə deyilən siyasi cümlələrdə idi. Bədii rekonstruksiya, fakt olmayan təsvir kimi belə deyə bilərik, şəhər susurdu, çünki çox danışmaq təhlükəli görünürdü. Hər kəsin cibində bir şayiə, hər ailənin süfrəsində bir ehtiyat, hər dövlət idarəsinin dəhlizində bir pıçıltı vardı. Birinin adı dini qruplaşma ilə çəkilirdi, o birinin adı keçmiş təhlükəsizlik şəbəkələri ilə, başqa birinin adı özəlləşdirmə dalğasında varlanan çevrələrlə. Amma sübutun olmadığı yerdə cəmiyyət bəzən sənəd yaratmır, mif yaradır. Ziya Bünyadov isə mif yaratmaq üçün çox əlverişli fiqur idi, çünki onun həyatı özü artıq tarixlə simvolun kəsişməsi idi. Rəsmi yubiley sənədlərində onun doğum ili kimi 1923-cü il əsas götürülür, bəzi bioqrafik arayışlarda isə 1921-ci il göstərilir. Bu ziddiyyət onun həyatının əsas mahiyyətini dəyişmir, amma sənədli araşdırmada belə detallar da vacibdir. Hətta doğum ilindəki fərq bizə xatırladır ki, tarix bəzən ən sadə məlumatdan başlayaraq yoxlama tələb edir. O, Astarada doğulmuş, orta məktəbi Göyçayda bitirdikdən sonra Bakı hərbi məktəbinə daxil olmuşdu. İkinci Dünya müharibəsində Qafqaz, Ukrayna, Moldova, Belarus, Polşa və Berlin istiqamətlərində döyüşmüşdü. Pilitsa çayı üzərində strateji körpünün tutulması ilə bağlı döyüşdə fərqlənmiş, sonra Sovet İttifaqı qəhrəmanı adı almışdı. Müharibədən sonra Berlinin Pankov rayonunda hərbi komendant köməkçisi kimi çalışmışdı. Sonra ordudan ayrılmış, Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, Afrikada İtaliya imperializmi mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda işləməyə başlamışdı. Bunlar təsdiqlənmiş bioqrafik faktlardır. Daha sonra tarix elmləri doktoru, professor, akademik oldu. Azərbaycan 7-ci, 9-cu əsrlərdə Azərbaycan Atabəylər dövləti, Xarəzmşahlar dövləti, Qırmızı terror kimi əsərlər onun adını elmi yaddaşa bağladı. Orta əsr ərəb, fars və digər mənbələrin tərcümə və şərhli nəşrlərində iştirak etdi. 450-dən çox monoqrafiya, məqalə, məruzə və şərhli tərcümənin müəllifi və ya redaktoru kimi təqdim olunur. Vasim Məmmədəliyevlə birlikdə Qurani Kərimi Azərbaycan dilinə çevirdi.
Və burada rəsmi versiyanın yaratdığı ən kəskin paradokslardan biri meydana çıxır. Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsində iştirak etmiş bir alim, rəsmi istintaq xəttinə görə dini motivlə hərəkət edən radikal çevrələrin hədəfinə çevrilmişdi. Bu paradoks tamaşaçı üçün emosionaldır, amma onu sadələşdirmək olmaz. Dini mətnin tərcüməçisi olmaq insanı bütün dini siyasi qrupların gözündə toxunulmaz etmir. Xüsusilə də 1990-cı illərdə din, ideologiya, geopolitika və təhlükəsizlik bir-birinə qarışanda müqəddəs söz də siyasi ittihamın içində alətə çevrilə bilərdi. Alternativ versiyalar isə başqa qapı açır. Bu versiyalara görə Ziya Bünyadovun təhlükəli tərəfi onun dini polemikadakı yeri yox, dövlət daxilində gördüyü və danışa biləcəyi məsələlər idi. Arif Yunusov, Zərdüşt Əlizadə kimi adların səsləndirdiyi və Sara Krombaçsın dissertasiyasında müsahibə materialları əsasında qeyd etdiyi xəttdə belə fikir var. Akademik hakimiyyət daxilindəki korrupsiya, ordu ilə bağlı problemlər, özəlləşdirmə prosesindəki qaranlıq mexanizmlər barədə sərt mövqe tutmuş ola bilərdi və bu səbəbdən müəyyən dairələr üçün təhlükəyə çevrilmişdi. Bu, təsdiqlənmiş məhkəmə faktı deyil. Bu, araşdırma və şahid xatirələri səviyyəsində qalan versiyadır. Sara Krombaç həmçinin Ziya Bünyadovun dul arvadı Taqira Bünyadovanın qətldən əvvəl mənzilə sənəd axtarışı xarakterli giriş barədə narahatlığını qeyd edir. Bu detal çox güclü dramaturji təsir yaradır. Sanki qətldən əvvəl kimlərsə insanın özünü yox, onun kağızlarını axtarırdı. Amma burada da sərhəd qoymalıyıq. Bu, məhkəmə ilə təsdiqlənmiş fakt kimi deyil, xatirə və müsahibə məlumatı kimi təqdim edilməlidir. Bədii rekonstruksiya fakt deyil, təsəvvür edin, bir mənzildə kitablar var, köhnə qovluqlar var, müharibədən qalma xatirələr, akademik qeydlər, parlament kağızları, məktublar, işarələnmiş səhifələr. Bəlkə də heç vaxt çap olunmamış qeydlər var, kimsə həmin mənzilə giribsə və həqiqətən sənəd axtarıbsa, deməli, bu hekayənin mərkəzində təkcə insan yox, kağız da dayanır. Amma biz bilmirik. Biz yalnız sualı saxlaya bilərik, Ziya Bünyadovun hansı sənədləri kimə lazım ola bilərdi? Bu sualın cavabı, əgər mövcuddursa, hələlik açıq mənbələrdə görünmür. Bəlkə də hansısa arxivdədir, bəlkə də heç vaxt tam sənədləşdirilməyib. 3-cü fəsil. Kim gözləyirdi? Kimin xeyrinə idi? Siyasi detektivlərin ən köhnə, ən təhlükəli və ən aldadıcı sualı budur. Çünki bir hadisədən sonra qazananları göstərmək asandır, amma qətlin sifarişçisini sübut etmək tamam başqa məsələdir. Ona görə də burada hər xətti ayrıca ayıracağıq. Təsdiqlənmiş fakt, Ziya Bünyadov 1990-cı ilin iyununda Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçildi. 1992-ci ildə Yeni Azərbaycan Partiyası xəttində siyasi fəaliyyətə qoşuldu. 1995-ci il noyabrın 12-sində Milli Məclisin deputatı seçildi. Cameston Fondasyon onun qətlindən sonra yayımladığı materialda onu YAP sədr müavini, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti və parlament deputatı kimi təqdim edirdi. Bu faktlar göstərir ki, o sadəcə kabinet alimi deyildi. O, dövlətin simvolik məkanında idi. O, həm akademik kürsüdə, həm parlamentdə, həm hakim partiyanın siyasi orbitində görünürdü. Belə fiqurların ölümü isə heç vaxt yalnız ailə faciəsi kimi qalmır, o, dərhal dövlət dili ilə danışılan hadisəyə çevrilir. Rəsmi versiya, qətl radikal dini qruplaşma üzvləri tərəfindən törədilib, dini siyasi motivlə planlaşdırılıb, İran yönümlü təsir şəbəkəsi ilə əlaqələndirilib. Bu versiyanı hüquq mühafizə orqanları, məhkəmə hökmünə istinad edən yerli mənbələr və sonraki illərdə dövlət rəsmilərinin açıqlamaları dəstəkləyir. Bu xəttin lehinə açıq mənbələrdə məhkəmə hökmü, məhkum adları, qətlin planlaşdırma sxemi və dini ekstremizm fonu göstərilir. Alternativ versiya, akademik daxili siyasi və korrupsiya mövzularında sərt mövqeyinə görə hədəfə çevrilmiş ola bilərdi. Bu versiya Arif Yunusov, Zərdüşt Əlizadə kimi şəxslərin mövqelərində, bəzi müxalif media materiallarında və Sara Krombaçsın dissertasiyasında anonim müsahibə iştirakçılarının fikirləri kimi görünür. Amma bu xətt açıq mənbələrdə məhkəmə səviyyəsində təsdiqlənmiş sənədlə möhkəmləndirilmir. Ona görə də onu fakt kimi yox, şübhə və ehtimal kimi səsləndirmək lazımdır. 3-cü xətt daha bədii və interpretativ xəttdir, özəlləşdirmə və mafiyalaşma mövzusu. Sara Krombaç Rüstəm İbrahimbəyovun Dalğaların Düzümü romanındakı məşhur Sovet qəhrəmanı və şərqşünas obrazının Ziya Bünyadova işarə etdiyini yazır. Roman xəttində qəhrəman özəlləşdirmə prosesindəki qaranlıq praktikalarla mübarizə apardığı üçün aradan götürülür. Amma bu bədii əsərdir. Fakt deyil.
Onu yalnız dövrün ictimai qorxularını, ziyalı təsəvvürünü, postsovet xaosunun mənəvi xəritəsini göstərmək üçün işlətmək olar. Bütün bu xətlərin mərkəzində bir adam dayanır, Ziya Bünyadov. Onun bioqrafiyası sanki 20-ci əsrin Azərbaycan versiyasıdır. İmperiya məktəbi, müharibə, Berlin, Moskva, şərqşünaslıq, Sovet Akademiyası, milli tarix, repressiya arxivləri, müstəqillik, partiya siyasəti, parlament, qaranlıq Bakı və qapı ağzında faciəli son. O, bir əsrin müxtəlif dillərində danışmağı bacarırdı. Hərbi əmrin dilində, akademik mətnin dilində, ərəb mənbəsinin dilində, Sovet protokolunun dilində, milli dövlət ideologiyasının dilində. Bəlkə də buna görə onun ölümü də bir dildə izah olunmur. Rəsmi sənəd bir dil təklif edir, dini ekstremizm. Alternativ araşdırma başqa dil təklif edir, siyasi və iqtisadi maraqlar. Bədii yaddaş üçüncü dil təklif edir, qəhrəmanın öz zamanına sığmaması. Amma biz yenə də qapıya qayıtmalıyıq. Rəsmi materiallarda verilən sxemə görə qətl günü dəstə iki qrupa ayrılır. Müşahidə edənlər akademikin evə qayıtması barədə məlumat ötürür. İkinci qrup binanın yaxınlığında gözləyir. Ziya Bünyadov sürücüsünü buraxır və tək daxil olur. Pilləkəndə ona hücum edilir, kəsici alət və odlu silahdan istifadə olunur, sonra cinayəti törədənlər avtomobillə uzaqlaşırlar. Bu, açıq mənbələrdə istintaq materiallarına istinadla verilən rəsmi mexanikadır. Bu sxemin içində ən ürpədici detal sükutdur. Çünki belə hadisələrdə bəzən təkcə atılan addımlar yox, atılmayan addımlar da danışır. Kim hansı qapının ağzında dayanmalı idi? Kim nə vaxt xəbər ötürdü? Kim niyə həmin gün onu tək buraxdı? Kim nəyi bildi, amma gec bildi? Kim sonradan sustu? Kim danışdı, amma sözünün davamı sənədlərə düşmədi? Bədii rekonstruksiya fakt deyil, qapının ağzında bir neçə saniyə bəzən bütöv dövlətdən uzun olur. Akademik pilləyə ayaq qoyur, arxada şəhərin səsi qalır, yuxarıda mənzil işığı var, aşağıda həyətin qaranlığı. Bu, adi dönüş olmalı idi. Müharibədən qayıdan adam üçün evə qayıtmaq ən təbii hərəkətdir. Amma həmin axşam ev qapısı tarixin qapısına çevrilir və o qapının arxasında artıq yalnız ailə yox, ölkənin cavabsız sualları dayanır. Ziya Bünyadovun qətlindən sonra rəsmi yas mərasimi onun obrazını dövlət simvoluna çevirdi. Heydər Əliyevin çıxışı, Fəxri Xiyaban, sonraki İstiqlal ordeni, adına verilən prospekt və institut, bütün bunlar yaddaşın rəsmi qatını yaratdı. Amma qeyri-rəsmi yaddaşda başqa bir qat qaldı. Niyə məhz o? Niyə məhz həmin dövrdə? Niyə bu qədər çox versiya? Niyə qətlin tam mənası hələ də insanların içində rahatlıq tapmır? Burada təhlükəli bir tələ var. Hər cavabsız sualı sui-qəsd nəzəriyyəsinə çevirmək asandır. Amma ciddi sənədli araşdırmanın vəzifəsi tamaşaçını dumanın içinə atmaq yox, dumanın xəritəsini çəkməkdir. Biz deyə bilərik, rəsmi versiya mövcuddur və hökm var biz deyə bilərik, alternativ versiyalar mövcuddur, amma məhkəmə faktı səviyyəsində təsdiqlənməyib. Biz deyə bilərik, bəzi xatirələr və müsahibələr sənəd axtarışı, korrupsiya mövzuları, daxili siyasi narahatlıqlar barədə suallar doğurur. Amma biz deyə bilmərik ki, sübut olunmamış iddia faktdır. Ona görə bu hekayənin ilk 3 fəsli belə bağlanır. Qətlin qapısı açıldı, amma arxiv qapısı hələ tam açılmadı. Təsdiqlənmiş faktlar bizə son axşamın skeletini verir. Fevralın 21-i, Bakı, yaşadığı bina, giriş, saat 18 radələri, ölümcül hücum, 2 gün sonra vida mərasimi, dövlət səviyyəsində verilən siyasi məna. Rəsmi versiya bizə icraçıların və motivin hüquqi xəttini verir. Radikal dini qruplaşma, İran izi iddiası, əvvəlcədən planlaşdırma, izləmə, iki qrupa ayrılma, məhkəmə hökmü, məhkumlar və axtarışda qalan adlar. Alternativ versiyalar bizə dövrün qaranlıq suallarını verir. Daxili siyasi maraqlar, korrupsiya ehtimalları, ordu və özəlləşdirmə barədə iddialar, sənəd axtarışı kimi görünən narahat xatirələr, romanlarda və müsahibələrdə yaşayan qorxular. Bədii domsel, yəni fakt olmayan dramaturjiqat isə bizə atmosferi verir. Susan şəhər, zəif işıqlı pilləkən, qapı ağzında dayanmış görünməz tarix, evinə qayıdan və evinə çata bilməyən adam obrazı. Və indi əsas sual qalır. Əgər Ziya Bünyadovun son saatları Bakının qaranlıq illərini açırsa, o qaranlığın içində yalnız qatillərmi vardı, yoxsa bütöv bir dövrün qorxuları, maraqları və susqun arxivləri də həmin pilləkəndə onunla üz-üzə dayanmışdı? Bu sualın cavabı üçün növbəti qapı onun keçmişinə açılır. Pilitsə körpüsündən Bakı pilləkəninə qədər uzanan yola, qəhrəmanlıq medalından qırmızı terror arxivlərinə
Qurani-Kərim tərcüməsindən parlament kürsüsünə qədər gedən mürəkkəb və təhlükəli bioqrafiyaya. Çünki bəzən bir insanın necə öldüyünü anlamaq üçün əvvəlcə onun niyə bu qədər vacib yaşadığını anlamaq lazımdır. 4-cü fəsil. Şahidliklərin kölgəsi. Təsdiqlənmiş fakt budur. Ziya Bünyadovun həyat yolu təkcə bir insanın bioqrafiyası deyildi. O, dövlətin, imperiyanın, müharibənin, elmin və müstəqilliyin bir-birinə toxunduğu uzun, ağır və bəzən insanı tək qoyan bir yol idi. Rəsmi mənbələr onu tarixçi, şərqşünas, ərəbşünas, akademik, professor, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının rəhbərliyində yer almış ictimai-siyasi fiqur və Sovet İttifaqı qəhrəmanı kimi təqdim edir. Amma belə titullar bəzən insanın özünü gizlədir. Çünki titul insanın çiyninə taxılır, amma qorxu insanın içində yaşayır. Orden sinəyə vurulur, amma gecənin sükutu sinənin altında döyünür. Akademik zalda çıxış edir, deputat kürsüdə danışır, qəhrəman mərasimlərdə xatırlanır, amma axşam evə qayıdanda bütün bu adların arxasında yenə də bir insan qalır, yorulan, düşünən, ailəsinə dönən, sənədləri arasında yaşayan, keçmişin və gələcəyin ağırlığını öz otağında daşıyan bir insan. Təsdiqlənmiş faktlara görə Ziya Bünyadov 2-ci Dünya müharibəsində Qafqaz, Ukrayna, Moldova, Belarus, Polşa və Berlin istiqamətlərində döyüşmüşdü. Pilitsa çayı üzərində strateji körpünün tutulması ilə bağlı döyüşdə fərqlənmişdi. Ona Sovet İttifaqı qəhrəmanı adı verilmişdi. Müharibədən sonra Berlinin Pankov rayonunda hərbi komendant köməkçisi kimi çalışmışdı. Bu faktların arxasında başqa bir şey də var, insanın ölümə yaxınlıqla erkən tanış olması. Amma biz burada bədii ümumiləşdirmə aparanda diqqətli olmalıyıq. Onun həmin illərdə nələr hiss etdiyini dəqiq bilmirik. Müharibə xatirələrində hansı gecələrin onu ömrü boyu izlədiyini, hansı səslərin yaddaşında qaldığını, hansı dostların yoxluğunu heç vaxt dilə gətirmədiyini açıq mənbələr tam şəkildə göstərmir. Ona görə də bunu fakt kimi yox, insan taleyi haqqında ehtiyatlı düşüncə kimi demək olar. Belə bir yoldan keçən adam üçün həyatın qiyməti adi insanlardan fərqli ölçülə bilərdi. Bədii rekonstruksiya fakt deyil, gənc Ziya Bünyadovun qarşısında qarlı Avropa yolları uzanır, körpülər, xarabalıqlar, əm səsləri, yorğun əskər üzləri görünür. O, bir gün Bakıya qayıdacağını, kitablarla dolu otaqda yaşayacağını, orta əsr mənbələrini vərəqləyəcəyini, Qurani-Kərimin Azərbaycan dilinə çevrilməsində iştirak edəcəyini, parlament kürsüsünə çıxacağını və nəhayət, yaşadığı binanın pilləkənində bütün bu həyatın qəfil kəsiləcəyini bilmirdi. Bu təsvir sənəd deyil, amma faciənin miqyasını anlamaq üçün insan təsəvvürünün qurduğu körpüdür. Təsdiqlənmiş fakt budur. Müharibədən sonra o, ordudan ayrıldı, Moskva Şərqşünaslıq İnstitutuna daxil oldu, Afrikada İtaliya imperializmi mövzusunda namizədlik dissertasiyası müdafiə etdi və Bakıya qayıdaraq Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda işləməyə başladı. Daha sonra tarix elmləri doktoru, professor oldu. Onun əsərləri arasında Azərbaycan 7-ci, 9-cu əsrlərdə Azərbaycan Atabəylər dövləti, Xarəzmşahlar dövləti, Qırmızı terror kimi adlar var. O, orta əsr ərəb, fars və başqa mənbələrin tərcümə və şərhli nəşrlərində iştirak etdi. 450-dən çox monoqrafiya, məqalə, məruzə və şərhli tərcümənin müəllifi və ya redaktoru kimi təqdim olundu. Burada Ziya Bünyadovun ikinci həyatı başlayırdı. Əskər həyatı yox, mətn həyatı. Mətnlə yaşayan adam üçün sənəd sadəcə kağız deyil. Sənəd yaddaşdır. Sənəd ittihamdır. Sənəd bəraətdir. Sənəd unudulmuş xalqın özünü yenidən tanımasıdır. Tarixçi əlinə köhnə mənbə götürəndə o, yalnız keçmişi oxumur, bəzən bugünün siyasi xəritəsini də dəyişir. Çünki xalqlar öz keçmişləri haqqında necə danışırlarsa, gələcəkləri haqqında da elə düşünürlər. Ziya Bünyadov bu mənada yalnız akademik deyildi. O, Azərbaycan tarixinin böyük suallarına cavab axtaran, Sovet tarixşünaslığının mirasından çıxaraq milli yaddaşın sərhədlərini müəyyənləşdirməyə çalışan alim idi. Onun orta əsr Azərbaycan tarixi haqqında əsərləri, mənbəşünaslıq fəaliyyəti, qırmızı terror kimi repressiya mövzusuna toxunan işi göstərirdi ki, o, yalnız uzaq əsrlərlə məşğul olmurdu, o, tarixin siyasi ağrısını da anlayırdı. Versiya kimi yox, ehtiyatlı ümumi qiymətləndirmə kimi demək olar. Belə bioqrafiyaya, elmi nüfuza və siyasi mövqeyə malik adamın sözü cəmiyyətdə ciddi rezonans doğura bilərdi. Amma versiyalar məhz burada başlayır. Alternativ versiyalara görə Ziya Bünyadovun təhlükəli görünməsinin səbəbi yalnız elmi nüfuzu olmaya bilərdi.
Bəzi araşdırmaçılar və müsahibə materiallarına istinad edən müəlliflər onun 1990-cı illərin siyasi və iqtisadi qarışıqlığı fonunda korrupsiya, ordu, dövlət məmurları və özəlləşdirmə ilə bağlı sərt mövqelər tutmuş və ya belə mövqelər tutmağa hazırlaşmış ola biləcəyini qeyd edirlər. Bu xətt Arif Yunusovun, Zərdüşt Əlizadənin mövqelərində, bəzi müxalif media materiallarında və Sara Krombaçsın dissertasiyasında anonim müsahibə iştirakçılarının fikirləri kimi görünür. Bəzi araşdırmaçılar və müsahibə materiallarına istinad edən müəlliflər onun 1990-cı illərin siyasi və iqtisadi qarışıqlığı fonunda korrupsiya, ordu, dövlət məmurları və özəlləşdirmə ilə bağlı sərt mövqelər tuta biləcəyini qeyd edirlər. Bu xətt Arif Yunusovun, Zərdüşt Əlizadənin mövqelərində, bəzi müxalif media materiallarında və Sara Krombaçsın dissertasiyasında anonim müsahibə iştirakçılarının fikirləri kimi görünür. Amma bu, təsdiqlənmiş məhkəmə faktı deyil. Bu, versiyadır. Bu versiyanın gücü dövrün atmosferinə uyğunluğundadır, zəifliyi isə açıq mənbələrdə məhkəmə səviyyəsində sübut sənədinin olmamasındadır. Rəsmi versiya isə başqa xətt qurur. Bu xəttə görə qətl radikal dini qruplaşma ilə əlaqəli şəxslər tərəfindən törədilib. Açıq mənbələrdə vilayəti Əl-Fəqi Hizbullah, Hizbullah-in Azərbaycan qolu və Ceyşaullah konteksti ilə bağlı adlar çəkilir. Rəsmi mənbələrə və məhkəmə hökmünə istinad edən yazılarda motiv kimi Albaniya tarixi kitabına yazılmış ön sözə görə irəli sürülən dini təhqir iddiaları, İran dini dairələrində ona qarşı fətva verilməsi barədə iddia və radikal çevrələrin onu İsrailin Mossad kəşfiyyatı ilə əlaqələndirməsi göstərilir. Burada yenə də sərhəd vacibdir. Bu ittihamların Ziya Bünyadov haqqında fakt kimi doğruluğu təsdiqlənmir. Onlar ona qarşı yönəlmiş düşmən obrazının dili kimi rəsmi istintaq materiallarında motiv xətti kimi təqdim olunur. Və indi insan sualı yaranır, belə bir adam bütün bu xəttlərin mərkəzində necə yaşayırdı? Təsdiqlənmiş faktlar onun vəzifələrini, əsərlərini, adlarını, tarixlərini deyir. Amma gecə kabinetində tək qalanda nə düşündüyünü demir. Bəlkə də bu hekayənin ən ağır tərəfi budur. Biz onun ictimai obrazını yaxşı görürük, amma daxili yorğunluğunu yalnız ehtimal edə bilirik. Bədii rekonstruksiya fakt deyil, masanın üstündə kitablar açıqdır. Bir tərəfdə ərəb mənbələrinin qeydləri, başqa tərəfdə parlamentlə bağlı kağızlar, üçüncü tərəfdə köhnə məktublar, qəzet kəsikləri, xatirə üçün saxlanmış sənədlər. Pəncərənin arxasında Bakı gecəsi ağır nəfəs alır. Telefon zəngi gələndə insan səsdən əvvəl niyyəti eşitməyə çalışır. Qapı döyüləndə adam əvvəlcə qapıya yox, öz yaddaşına baxır. Kim ola bilər, niyə indi, nə istəyir? Bu, fakt deyil. Amma 1990-cı illərin qorxu psixologiyasını təsvir etmək üçün ehtiyatlı bədii qatdır. Şahidliklərin kölgəsi dedikdə biz yalnız hadisəni görən mümkün adamları nəzərdə tutmuruq. Burada şahidlik daha geniş mənadadır. Dövr şahiddir. Ailə yaddaşı şahiddir. Arxivlər şahiddir. Sonradan danışan araşdırmaçılar şahiddir. Məhkəmə sənədlərinə istinad edən media şahiddir. Susqun qalan mənbələr də öz susqunluğu ilə şahiddir. Sara Krombaçsın dissertasiyasında Ziya Bünyadovun dul arvadı Tagirə Bünyadovanın narahatlığına istinadən qətldən əvvəl mənzilə sənəd axtarışı kimi görünən giriş barədə məlumat qeyd olunur. Bu məlumatın statusu aydındır, təsdiqlənmiş məhkəmə faktı deyil, xatirə və müsahibə səviyyəsində verilən məlumatdır. Amma dramaturji baxımdan bu detal böyük sual yaradır. Əgər doğrudan da kimsə sənəd axtarırdısa, hansı sənəd belə təhlükəli görünürdü? Təsdiqlənmiş cavab yoxdur. Versiya olaraq deyilə bilər ki, sənəd axtarışı iddiası alternativ siyasi korrupsiya xəttini gücləndirən suallardan biri kimi görünür. Amma sübut olmadığı üçün onu nəticəyə çevirmək olmaz. Sənədli araşdırmanın namusu məhz burada yoxlanılır. Tamaşaçıya şübhənin gücünü göstərmək, amma şübhəni hökm kimi satmamaq. Çünki insan faciəsinin üzərində qurulan hekayədə ən böyük xəyanət həqiqətə xəyanətdir. 5-ci fəsil. Ailə qapısının arxasında. Təsdiqlənmiş fakt budur. Ziya Bünyadovun qətli ictimai və siyasi hadisə kimi yadda qaldı. Fevralın 23-də Şəhriyar adına mədəniyyət mərkəzində vida mərasimi keçirildi. Sonra o, Fəxri Xiyabanda dəfn olundu. Prezident Heydər Əliyev vida mərasimində çıxış etdi və bu faciəni yalnız bir şəxsin həyatının bitməsi kimi deyil, xalq və dövlətə qarşı yönəlmiş ağır hadisə kimi mənalandırdı. Sonraki ildə o, ölümündən sonra İstiqlal ordeni ilə təltif edildi.
Bakıda prospektlərdən birinə adı verildi. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu onun adını daşımağa başladı. Amma dövlət mərasimləri ailə ağrısını əvəz etmir. Bir insan ictimai simvola çevriləndə onun yaxınları bəzən 2 qat itki yaşayır. Birinci itki şəxsi itkidir. Evdəki səsin kəsilməsi, qapının açılmaması, masanın arxasında boş qalan yer, yarımçıq söhbətlər, cavabsız qalan son baxışlar. İkinci itki isə simvol itkisi içində şəxsi insanın itirilməsidir. Hamı qəhrəmandan danışır, akademikdən danışır, deputatdan danışır, amma ailə üçün o, hər şeydən əvvəl evin adamıdır. Biz açıq mənbələrə əsaslanaraq ailənin bütün daxili yaşantılarını fakt kimi danışa bilmərik. Onların həmin gün nə hiss etdiyini, hansı cümlələri dediyini, hansı susqunluqları yaşadığını dəqiq bilmirik. Ona görə də burada yalnız ehtiyatlı insan dili ilə danışmaq mümkündür. Bədii rekonstruksiya fakt deyil, evdə kitab qoxusu qalır. Bir palto asılqanda dayanır. Masanın üstündə toxunulmamış kağızlar var, telefon susur, amma sanki hələ də zəng gözləyir. Bir ailə üçün ölkənin siyasi detektivi başlamır, sadəcə evin içində böyük bir boşluq açılır. Hər kəs çöldə kim etdi sualını verir, evin içində isə başqa sual var, niyə qayıtmadı? Bu təsvir fakt deyil. Bu, şəxsi itkinin bədii dildə ehtiyatlı ifadəsidir. Təsdiqlənmiş faktlara görə Ziya Bünyadovun həyatının son illəri elm və siyasətin kəsişməsində keçirdi. O, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti idi. Milli Məclisin deputatı idi. Yeni Azərbaycan Partiyası xəttində siyasi fəaliyyət göstərirdi. Belə mövqe insanı təkcə tribunaya çıxarmır, həm də ictimai-siyasi risklərin mərkəzinə yaxınlaşdırırdı. Çünki 1990-cı illər Azərbaycanında siyasi söz bəzən yalnız fikir kimi yox, potensial təhlükə yaradan mövqe kimi də qəbul edilə bilirdi. Rəsmi versiya ailə ağrısına bir hüquqi cavab verdi. Qətlin radikal dini qruplaşma ilə əlaqəli şəxslər tərəfindən törədildiyi bildirildi. Məhkəmə hökmü elan olundu. Bəzi şəxslərə ömürlük, bəzilərinə uzun müddətli azadlıqdan məhrum etmə cəzaları verildi. Açıq mənbələrdə Nizami Nağıyev və Mahir Zeynalovun ömürlük həbs aldığı, daha 5 nəfərin 10 ildən 14 ilədək azadlıqdan məhrum edildiyi göstərilir. Qalib Babayevin Azərbaycan, İran sərhədində həyatını itirdiyi Tariyel Ramazanov və Cavanşir Aslanovun axtarışda olduğu qeyd edilir. Bunlar rəsmi və mediada təkrarlanan xəttin elementləridir. Amma ailə və ictimai yaddaş üçün hökm həmişə son nöqtə olmur. Çünki hökm kimlər cəzalandırıldı, sualına cavab verə bilər, amma bütün həqiqət açıldımı, sualını hamının içində bağlamaya bilər. Ziya Bünyadovun işi ətrafında illər boyu danışılan alternativ versiyalar da məhz bu boşluq hissindən doğur. Alternativ versiyalara görə qətlin arxasında yalnız radikal dini motiv deyil, daxili siyasi maraqlar, korrupsiya ilə bağlı narahatlıqlar, ordu və özəlləşdirmə mövzularında mümkün gərginliklər də ola bilərdi. Bu iddialar müxtəlif müəlliflər, politoloqlar, müxalif media materialları və Sara Krombaçsın araşdırmasında müsahibə iştirakçılarının fikirləri kimi səslənir. Amma onları fakt kimi təqdim etmək olmaz. Onlar məhkəmə hökmü səviyyəsində təsdiqlənmiş xətt deyil. Bədii, interpretativ xətt isə başqa bir səhnə qurur. Ailə qapısının arxasında yalnız yas yox, suallar da qalır. İnsan itəndə onun otağı bəzən arxivə çevrilir. Hər kağız, hər qeyd, hər köhnə kitab nişanı başqa məna qazanır. Dünən adi görünən sənəd bugün sir kimi görünür. Dünən iş masasında qalan qovluq bugün bəlkə də cavab buradadır düşüncəsini oyadır. Bu, fakt deyil. Amma siyasi qətllərdən sonra ailələrin və cəmiyyətlərin yaşadığı psixoloji reallığın bədii təsviridir. Təsdiqlənmiş fakt kimi deyə bilərik ki, Ziya Bünyadov yalnız elmi əsərləri ilə yox, dini mətnin Azərbaycan dilinə çevrilməsi ilə də yadda qaldı. Vasim Məmmədəliyevlə birlikdə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsində iştirak etdi. Bu fakt onun obrazını daha mürəkkəb edir. Çünki rəsmi versiya onu dini motivli radikal çevrələrin hədəfi kimi göstərir. Burada faciəvi paradoks var. Müqəddəs mətni xalqının dilinə yaxınlaşdıran alim, rəsmi istintaq xəttinə görə dini-siyasi nifrətin obyektinə çevrilmişdi. Amma bu paradoksu sadə şüara çevirmək olmaz. Ziya Bünyadovun Qurani-Kərim tərcüməsində iştirakı təsdiqlənmiş faktdır. Radikal çevrələrin ona qarşı hansı ittihamlarla düşmən obrazı qurması rəsmi versiyanın motiv hissəsidir. Bu ittihamların həqiqiliyi isə təsdiqlənmiş fakt deyil.
Onlar onun haqqında doğru məlumat kimi yox, ona qarşı yönəlmiş təbliğat dili kimi təqdim edilməlidir. İnsan qiyməti burada görünür. Böyük tarixlər haqqında yazan adam özü tarixə çevriləndə onun ailəsi artıq tarix kitabının içində yaşamağa məcbur olur. Hər il dönümü şəxsi xatirə olmaqdan çıxıb ictimai mərasimə çevrilir. Hər məqalə, hər televiziya süjeti, hər siyasi şərh yenidən eyni yaraya toxunur. Kimsə onu qəhrəman kimi xatırlayır, kimsə siyasi fiqur kimi, kimsə qətlin sirri kimi, amma yaxınları üçün bütün bu adların altında sadəcə bir insan qalır. Bədii rekonstruksiya fakt deyil, vida mərasimindən sonra şəhərin səsi əvvəlki kimi davam edir. Maşınlar keçir, dövlət idarələrinin qapıları açılır, qəzetlər çıxır, yeni xəbərlər köhnə xəbərləri sıxışdırır. Amma bir evdə vaxt başqa cür axır. Orada fevralın 21-i bitmir. Orada hər axşam qapının səsi yaddaşı oyadır. Orada pilləkən artıq sadəcə pilləkən deyil, taleyin dayandığı yerdir. Bu təsvir fakt deyil. Amma faciənin insani ölçüsünü anlatmaq üçün lazımdır. Çünki Ziya Bünyadovun qərarlarının da insan qiyməti vardı. O, müharibədən sonra sakit bir həyat seçə bilərdi, amma elmə gəldi. O, yalnız orta əsr mənbələri ilə məşğul ola bilərdi, amma repressiya mövzusuna da toxundu. O, yalnız akademik kabinetdə qala bilərdi, amma siyasi həyata daxil oldu. O, yalnız tarix yaza bilərdi, amma müstəqil Azərbaycanın ideoloji və ictimai savaşlarında görünən fiqura çevrildi. Bunların hər biri qərar idi. Və hər qərar insanı biraz daha görünən edir. Görünən insan isə bəzən daha çox sevilir, daha çox dinlənir, amma daha çox hədəfə də çevrilir. Bu cümlə ümumi təhlildir, konkret sifarişçi barədə iddia deyil. 1990-cı illərin Bakısında görünən olmaq təhlükəli idi. Çünki şəhərin siyasi havası ağır idi. SSRI dağılmışdı, Qarabağ müharibəsinin travması dərin idi, dövlət institutları yenidən qurulurdu, təhlükəsizlik strukturları parçalanmış mirasın içindən keçirdi, dini qruplaşmalar fəallaşırdı, xarici təsir xətləri bir-birinə qarışırdı, özəlləşdirmə yeni zənginliklər və yeni düşmənliklər yaradırdı. Bu geniş kontekst təsdiqlənmiş tarixi fondur. Amma bu fondan konkret qətlin sifarişçisini avtomatik çıxarmaq olmaz. Ona görə də ailə qapısının arxasında qalan ən ağır sual belə səslənir. Dövlətin cavabı ilə insanın içindəki cavab eyni oldu mu? Biz bunu bilmirik. 6-cı fəsil. Müsahibələr və susan arxivlər. Təsdiqlənmiş fakt budur. Ziya Bünyadovun qətli ilə bağlı rəsmi xətt məhkəmə hökmü ilə nəticələnmişdir. Açıq mənbələrə görə hökm fevralın 21-də 2001-ci ildə elan olunmuş, 2 nəfər ömürlük, daha 5 nəfər isə uzun müddətli azadlıqdan məhrum edilmişdir. Bu xəttdə qətlin radikal dini qruplaşma ilə əlaqəli şəxslər tərəfindən törədildiyi bildirilir. Təsdiqlənmiş fakt budur ki, qətl fevralın 21-də 1997-ci ildə Bakıda yaşadığı binanın girişində baş verib. Açıq mənbələrdə hadisənin axşam saat 18 radələrində, bəzi materiallarda saat 18:10 dəqiqə ətrafında baş verdiyi qeyd olunur. Rəsmi sxemə görə qətl günü qrup 2 hissəyə ayrılmış, müşahidə edənlər akademikin evə qayıtması barədə məlumat ötürmüş, ikinci qrup binanın yaxınlığında gözləmiş. Ziya Bünyadov sürücüsünü buraxaraq tək daxil olmuş və pilləkənlərdə onun həyat yolu faciəvi şəkildə kəsilmişdir. Burada faktların dili bitir, sualların dili başlayır. Müsahibələr və sonraki araşdırmalar bu işə ikinci qat əlavə edir. Sara Krombaç öz dissertasiyasında Ziya Bünyadovun bioqrafiyasını, onun milli ikona kimi formalaşmasını və qətlə bağlı rəsmi və qeyri-rəsmi narrativləri müqayisə edir. O, bəzi müsahibə iştirakçılarının rəsmi versiyadan fərqli olaraq, Bünyadovun hakimiyyət daxilində korrupsiya və ordu ilə bağlı kompromat xarakterli məlumatları açıqlamaq istədiyinə görə hədəfə çevrilmiş ola biləcəyinə inandıqlarını yazır. O, həmçinin Taqira Bünyadovanın mənzildə sənəd axtarışı kimi görünən girişdən narahat olduğunu qeyd edir. Bu, mühüm məlumatdır, amma onun statusu dəqiqdir. Bu, məhkəmə ilə təsdiqlənmiş fakt deyil, akademik araşdırmada verilən müsahibə və xatirə xəttidir. Arif Yunusov və Zərdüşt Əlizadə kimi şəxslərin mövqelərində də rəsmi versiyaya şübhə ilə yanaşan alternativ izahlar görünür. Bəzi müxalif media materialları da daxili siyasi, korrupsiya və təhlükəsizlik strukturları ilə bağlı ehtimalları gündəmə gətirmişdir. Keçmiş polis zabiti Salman Əliyevin sonraki illərdə səsləndirdiyi iddialar da bu alternativ müzakirələrdə yer almışdır. Amma yenə də eyni sərhəd, bunlar sübut olunmuş fakt kimi yox, mübahisəli iddia və versiya kimi təqdim olunmalıdır.
Rəsmi versiyanın gücü hüquqi nəticənin olmasıdır. Məhkəmə hökmü var açıq mənbələrdə məhkumların adları və cəzalar göstərilir. Qətlin planlaşdırılması, izləmə, iki qrupa ayrılma, binanın yaxınlığında gözləmə, sürücünün buraxılması kimi elementlər məhkəmə materiallarına istinad edən yazılarda təkrarlanır. Rəsmi versiyanın suallı tərəfi isə odur ki, bəzi araşdırmaçılar bu xəttin bütün siyasi qaranlığı izah etmədiyini düşünürlər. Onlara görə icraçılar haqqında cavab olsa belə, mümkün sifarişçilər, daha geniş maraq dairələri və dövrün içindəki gizli razılaşmalar məsələsi açıq qala bilər. Bu, onların mövqeyidir, təsdiqlənmiş fakt deyil. Bədii rekonstruksiya fakt deyil, bir tədqiqatçı illər sonra köhnə qəzetləri açır, adları, tarixləri, statları yan-yana düzür. Bir səhifədə rəsmi versiya var, o biri səhifədə şübhə. Bir sənəddə radikal dini qrup ifadəsi görünür, başqa müsahibədə korrupsiya sözü eşidilir, üçüncü xatirədə sənədlər kəlməsi qalxır. Otaqda kağızların səsi gəlir, amma arxiv hələ danışmır. Hər şey sanki cavaba yaxındır, amma cavabın özü pərdə arxasında qalır. Bu, fakt deyil. Bu, sənədli detektivin emosional atmosferidir. Bu işdə müsahibə anlayışı da xüsusi məna daşıyır. Müsahibə sənəd deyil, amma yaddaşın qapısıdır. İnsan hadisədən illər sonra danışanda o, həm gördüyünü, həm eşitdiyini, həm də zamanla inandığını bir araya gətirə bilər. Ona görə də müsahibə qiymətlidir, amma ehtiyat tələb edir. O, sual yaradır, istiqamət göstərir, bəzən rəsmi sənədlərin görmədiyi insan detalını açır. Amma tək başına hökm əvəz etmir. Ziya Bünyadov işi məhz bu səbəbdən çətin və dramatikdir. Burada sənəd var, hökm var, rəsmi izah var, amma eyni zamanda müsahibələr var, xatirələr var, alternativ ehtimallar var, romanlarda yaşayan bədii izlər var, ailə narahatlığı var, dövrün qorxusu var. Və ən əsası, susan arxivlər var. Açıq mənbələrdə son 24 saatın tam saat-basaat rekonstruksiyası yoxdur. Onun həmin gün səhərdən axşama qədər kimlərlə görüşdüyü, hansı zəngləri etdiyi, hansı sənədlərə baxdığı, nə planlaşdırdığı, nədən narahat olduğu tam şəkildə görünmür. Ən yaxşı sənədləşən hissə axşama doğru başlayan rəsmi sxemdir. Bu boşluq isə hekayənin dramatik gücünü artırır, amma eyni zamanda araşdırmaçını daha məsuliyyətli edir. Çünki boşluq həmişə söz istəyir. Amma ciddi sənədli hekayə boşluğu uydurma ilə doldurmamalıdır. O, boşluğu boşluq kimi göstərməlidir. Təsdiqlənmiş fakt, Ziya Bünyadovun ölümündən sonra onun adı rəsmi yaddaşda yaşadıldı. İstiqlal Ordeni, Prospekt, İnstitut, Fəxri Xiyaban, yubiley sərəncamları onun dövlət yaddaşındakı yerini göstərir. Versiya, onun susturulması yalnız dini motivlə yox, daxili siyasi və iqtisadi maraqlarla da bağlı ola bilərdi. Bu versiyanın tərəfdarları var, amma məhkəmə səviyyəsində təsdiqlənmiş açıq sənəd yoxdur. Bədii domsel fakt deyil, Ziya Bünyadovun adı şəhərin xəritəsində yaşayır, amma pilləkəndə qalan sual hələ də öz yerində dayanır. Hər dəfə onun adını daşıyan institutun yanından keçəndə, hər dəfə prospekt adı səslənəndə, hər dəfə Fəxri Xiyabanda məzarı xatırlananda, Bakı sanki öz-özünə pıçıldayır, qəhrəmanı xatırlamaq asandır. Amma qəhrəmanın niyə qorunmadığını anlamaq çətindir. Bu hekayənin insan qiyməti də buradadır. Ziya Bünyadovun qərarları onu tarixin içinə apardı. Müharibədə o, sadəcə sağ qalmaqla kifayətlənmədi, qəhrəman oldu. Elmdə o, sadəcə məqalə yazmaqla kifayətlənmədi, milli tarix yaddaşının böyük fiqurlarından birinə çevrildi. Dində o, sadəcə mətn oxumaqla kifayətlənmədi, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsində iştirak etdi. Siyasətdə o, sadəcə müşahidəçi qalmaqla kifayətlənmədi, parlamentə və hakim partiyanın orbitinə daxil oldu. Hər addım onu daha görünən etdi. Hər görünürlük isə onu daha tənha da edə bilərdi. Bu tənha görünürlük siyasi fiqurların faciəsidir. İnsan cəmiyyət üçün simvola çevrildikcə öz şəxsi qorxusunu gizlətməyə məcbur olur. Qəhrəman qorxmamalıdır, alim tərəddüd etməməlidir, deputat susmamalıdır, dövlət simvolu zəif görünməməlidir. Amma bütün bu gözləntilərin altında yenə də insan ürəyi var. Bədii rekonstruksiya fakt deyil, son axşamlardan birində o, pəncərədən şəhərə baxır. Bakı əvvəlki Bakı deyil. İmperiya yoxdur, amma imperiyanın kölgəsi qalır. Müharibə cəbhəsi uzaqdadır, amma müharibənin ağrısı şəhərin içindədir. Dövlət qurulur, amma dövlətin divarlarında hələ çatlar görünür.
Yeni zənginlər, köhnə məmurlar, dini şüarlar, xarici təsirlər, təhlükəsizlik pıçıltıları, parlament dəhlizləri, akademiya otaqları, hamısı eyni şəhərdə nəfəs alır. O isə bütün bunların içində həm keçmişin adamıdır, həm gələcəyin şahidi. Bu təsvir fakt deyil. Amma Ziya Bünyadovun simvolik yerini anlamaq üçün bədii çərçivədir. Təsdiqlənmiş nəticə budur, onun qətli Azərbaycan cəmiyyətində dərhal siyasi və simvolik mənalandırıldı. Heydər Əliyevin vida mərasimindəki çıxışı bunu göstərdi. Ziya Bünyadov sadəcə bir alim kimi deyil, xalq və dövlət üçün mühüm fiqur kimi təqdim edildi. Bu, onun ölümünün dövlət yaddaşında necə kodlaşdırıldığını göstərir. Amma qeyri-rəsmi yaddaşda başqa kod qaldı, sirr. Sirr həmişə faktın yoxluğundan doğmur. Bəzən sirr faktların çoxluğundan, amma onların bir-birini tam izah etməməsindən doğur. Bu işdə də belədir. Bir tərəfdə rəsmi hökm var, o biri tərəfdə alternativ müsahibələr var, bir tərəfdə dini ekstremizm xətti var, o biri tərəfdə korrupsiya və daxili siyasi maraqlar ehtimalı var, bir tərəfdə məhkəmə sənədlərinə istinadlar var, o biri tərəfdə ailə narahatlığı və sənəd axtarışı barədə xatirə var. Bütün bunlar bir-birini avtomatik təksib etmir, amma avtomatik təsdiqləmir də. Onlar yalnız göstərir ki, 1990-cı illərin Bakısında bir qətlin mənası bəzən qətlin özündən daha uzun yaşayır. Və indi biz ikinci hissəni belə bağlaya bilərik. Təsdiqlənmiş faktlar ayrı dayanır. Ziya Bünyadovun həyatı, elmi fəaliyyəti, siyasi mövqeyi, fevralın 21-də yaşadığı binada baş verən faciə, vida mərasimi, dəfn, orden, adına verilən institut və prospekt. Rəsmi versiya ayrı dayanır. Radikal dini qruplaşma xətti, İran izi barədə iddialar, əvvəlcədən planlaşdırma, müşahidə, iki qrupa ayrılma, məhkəmə hökmü və cəzalar. Alternativ versiyalar ayrı dayanır. Daxili siyasi maraqlar, korrupsiya, ordu və özəlləşdirmə barədə ehtimallar, sənəd axtarışı iddiası, müsahibələrdə və araşdırmalarda yaşayan şübhələr. Bədii domsel fakt deyil, ayrı dayanır. Qaranlıq pilləkən, susan şəhər, sənədlərlə dolu otaq, ailə qapısının arxasında dayanan boşluq, qəhrəmanın öz zamanına sığmayan taleyi. Ziya Bünyadovun son saatlarını tam bilmirik. Amma bildiyimiz yetərlidir ki, onun taleyində bir ölkənin qaranlıq keçid dövrünü görək. Müharibədə körpü tutan adam, sülh dövründə öz evinin pilləkənində qorunmadı. Tarixi yazan adam, özü cavabsız tarixə çevrildi. Dövlətin yaddaşında adı qaldı, cəmiyyətin yaddaşında isə sual. Və bu sual hələ də Bakının köhnə divarları arasında dolaşır. Ziya Bünyadovu yalnız bir qrup mu gözləyirdi, yoxsa onu həmin pilləkənə gətirən bütün bir dövr idi? 7-ci fəsil. Tibbi sirrlər. Təsdiqlənmiş fakt budur. Ziya Bünyadov fevralın 21-də 1997-ci ildə Bakıda yaşadığı binanın girişində və pilləkənlərində ölümcül hücuma məruz qaldı. Açıq mənbələr hadisənin axşam saat 18 radələrində, bəzi materiallar isə saat 18:10 dəqiqə ətrafında baş verdiyini yazır. Cameston materialında onun kəsici alət və odlu silahla susturulduğu qeyd olunur. Məhkəmə materiallarına istinad edən yerli yazılarda da hadisənin mexanikası bu xətt üzrə təsvir edilir. Amma tibbi sir dediyimiz şey təkcə rəsmi ekspertiza kağızı deyil. Bəzən tibbi sir insan bədəninin tarix qarşısında daşıdığı izlərdir. Həkim sənəddə səbəb yazar, protokol termin seçər, ekspert ölçü götürər, amma bir ömrün bədəndə yığdığı yorğunluğu heç bir cədvəl tam izah edə bilməz. Ziya Bünyadov artıq gənc zabit deyildi. O, müharibədən, akademik kabinetlərdən, Sovet institutlarının sərt nizamından, müstəqillik illərinin siyasi dalğalarından keçmişdi. Onun üzündə yalnız yaşın deyil, məsuliyyətin də kölgəsi vardı. Bu, təsdiqlənmiş tibbi diaqnoz deyil. Bu, ictimai həyatın insan üzərində buraxdığı izlər haqqında ehtiyatlı müşahidədir. Fiziologiya bəzən hakimiyyətin ən gizli gündəliyidir. İllərlə tribunada dayanmaq, illərlə qərarların yaxınlığında olmaq, illərlə ideoloji mübahisələrin içində yaşamaq insanın baxışını dəyişir. Adam daha az təəccüblənir, daha çox yoxlayır, cümlənin əvvəlində deyil, arxasında gizlənəni eşitməyə çalışır. Gözlər əvvəl kitab sətrini izləyirsə, sonra insan niyyətini oxumağa başlayır. Əllər əvvəllər mənbə vərəqləyirsə, sonra qovluqların ağırlığını, məktubların təhlükəsini, imzaların qiymətini hiss edir. Ziya Bünyadov hakimiyyətin birinci şəxsi deyildi, amma hakimiyyətin yaxınlığında idi. O, akademiyanın zirvəsində, parlamentin içində, hakim partiyanın siyasi orbitində görünən fiqur idi. Bu görünürlük bədəni də dəyişir.
İnsanın addımı ehtiyatlılaşır, səsi sərtləşir, baxışı dərinləşir. Çünki belə illərdə insan yalnız yaşlanmır, həm də dövrün təzyiqi altında sıxılır. Təsdiqlənmiş faktlar bizə onun vəzifələrini deyir. Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası xəttində siyasi fiqur, Sovet İttifaqı qəhrəmanı, akademik, professor. Bu titullar bəzən insana zireh kimi görünür. Amma fevralın 21-də məlum oldu ki, titul qapı ağzında həmişə qoruma yaratmır. Rəsmi versiyaya görə qətl əvvəlcədən planlaşdırılmışdı. Açıq mənbələrdə istintaq materiallarına istinadla göstərilir ki, qətl günü dəstə 2 hissəyə ayrılıb, müşahidə edənlər akademikin evə qayıtması barədə məlumat ötürüblər, ikinci qrup binanın yaxınlığında gözləyib. Ziya Bünyadov sürücüsünü buraxaraq tək daxil olub. Sonra pilləkənlərdə onun həyat yolu dayandırılıb. Burada tibbi sirr başqa mənaya keçir. İnsan bədəninin zəifliyi ilə siyasi simvolun ağırlığı üz-üzə gəlir. Dövlət mərasimlərində böyük fiqur kimi görünən adam həmin anda sadəcə evinə qalxan yaşlı bir insan idi. Müharibədə körpü tutmuş zabit, elmdə mənbələri danışdırmış akademik, siyasətdə kəskin mövqelər daşımış deputat o axşam pilləkəndə insan bədəninin müdafiəsizliyi ilə tək qaldı. Bu səhnənin təsviri bədii ola bilər, amma onun mərkəzindəki fakt sərtdir. O, yaşadığı binanın girişində qətlə yetirildi. Bədii uydurma, fakt deyil, pilləkənin havası ağırdır. Köhnə binanın divarları gün boyu yığdığı soyuğu axşam geri qaytarır. Yuxarıda mənzil var, işıq var, evin tanış sükutu var, aşağıda şəhər var, həyətdə zəif səslər var, bir insan pilləyə ayaq qoyur və onun bədənində bütün keçmiş illər sanki bir anlıq toplanır. Cəbhə yolları, Berlin, Moskva, akademiya dəhlizləri, parlament zalı, evdə qalan kağızlar. Bu təsvir sənəd deyil. Bu, faciənin daxili temperaturunu anlatmaq üçün qurulan bədii nəfəsdir. Pilləkənin havası ağırdır. Köhnə binanın divarları gün boyu yığdığı soyuğu axşam geri qaytarır. Yuxarıda mənzil var, işıq var, evin tanış sükutu var, aşağıda şəhər var, həyətdə zəif səslər var, bir insan pilləyə ayaq qoyur və onun bədənində bütün keçmiş illər sanki bir anlıq toplanır. Cəbhə yolları, Berlin, Moskva, akademiya dəhlizləri, parlament zalı, evdə qalan kağızlar. Bu təsvir sənəd deyil. Bu, faciənin daxili temperaturunu anlatmaq üçün qurulan bədii nəfəsdir. Təsdiqlənmiş faktlara qayıdaq. Açıq mənbələrdə qətlin üsulu haqqında məlumat var, amma son saatların tam tibbi və kriminalistik xəritəsi ictimaiyyət üçün bütünlüklə görünmür. Biz ekspertiza sənədlərinin tam mətnini açıq mənbələrdə geniş şəkildə oxumuruq. Biz onun həmin gün fiziki vəziyyəti barədə təsdiqlənmiş tibbi gündəlik görmürük. Yorğun idimi, narahat idimi, hansısa görüşdən çıxmışdımı, hansı söz onu düşündürürdü, bunu bilmirik. Bilmədiyimizi uydurmaq olmaz. Amma bilmədiyimizi gizlətmək də olmaz. Tibbi sirr burada elə bu boşluqdur. Qətlin mexanikası barədə rəsmi sxem var, amma insanın son gününün daxili xəritəsi yoxdur. Onun ürəyindən nə keçdiyini bilmirik. Onun üzündə həmin axşam hansı ifadə olduğunu bilmirik. Onun addımlarının sürətini, nəfəsinin ağırlığını, pilləkənə girəndə nəyi xatırladığını bilmirik. Bu suallar sənədlə təsdiqlənmir, amma tamaşaçını hadisənin insani tərəfinə yaxınlaşdırır. Versiyalar isə bədənə başqa cür baxır. Rəsmi versiyada bədən cinayətin hədəfidir. Radikal dini qruplaşma ilə əlaqələndirilən şəxslərin əvvəlcədən planlaşdırdığı hücum nəticəsində dövlət və elm simvolu susdurulur. Bu xəttdə motiv dini siyasi ittihamlar, Albaniya tarixi kitabına yazılmış ön söz ətrafında irəli sürülən iddialar, fətva barədə məlumatlar və ona qarşı qurulmuş düşmən obrazı ilə izah edilir. Bu ittihamların Ziya Bünyadov haqqında həqiqət kimi doğruluğu təsdiqlənmir. Onlar rəsmi istintaq xəttində motivləşdirici iddialar kimi görünür. Alternativ versiyada isə bədən başqa mənada hədəfdir. Çox şey bilən, çox şey deyə bilən, dövlət daxilindəki qaranlıq mövzulara toxuna bilən adamın fiziki susdurulması. Arif Yunusov, Zərdüşt Əlizadə, bəzi müxalif media materialları və Sara Krombaçsın dissertasiyasında yer alan müsahibə xətləri bu ehtimalı gündəmə gətirir. Alternativ versiyaya görə Bünyadovun qətli onun toxuna biləcəyi daxili siyasi, iqtisadi və institusional mövzularla bağlı ola bilərdi. Bu xətt Arif Yunusov, Zərdüşt Əlizadə, bəzi müxalif media materialları və Sara Krombaçsın dissertasiyasında verilən müsahibə xətləri ilə gündəmə gətirilir. Lakin bu, məhkəmə səviyyəsində təsdiqlənmiş fakt deyil və konkret şəxslərə qarşı ittiham kimi təqdim olunmamalıdır. Amma bu, məhkəmə səviyyəsində təsdiqlənmiş fakt deyil.
Bu, versiyadır. Bədii domsel fakt deyil, insanın bədəni bəzən arxivin son səhifəsinə çevrilir. Əgər kağızlar danışmırsa, əgər protokollar tam açılmırsa, əgər şahidlərin sözü yarımçıq qalırsa, o zaman cəmiyyət ölən adamın üzündə cavab axtarır. Sanki baxışında xəbərdarlıq var idi, sanki addımlarında tələskənlik vardı, sanki susması belə kimlərəsə ittiham kimi görünürdü. Bunlar fakt deyil. Bunlar faciədən sonra yaddaşın yaratdığı obrazlardır. Amma fiziologiya bizə bir şey deyir, hakimiyyətin yaxınlığında yaşamaq bədəndən haqq alır. Ziya Bünyadovun baxışı haqqında təsdiqlənmiş tibbi sənəd yoxdur, amma onun bioqrafiyası özü baxışın niyə sərtləşə biləcəyini izah edir. Müharibə görmüşdü. Repressiya tarixini araşdırmışdı. Sovet elminin içində yaşamışdı. Müstəqil dövlətin ilk sərt illərində siyasi səhnəyə çıxmışdı. Qarabağ müharibəsinin travmasını yaşayan bir ölkədə parlament deputatı idi. Xarici təsirlərin, dini qruplaşmaların, təhlükəsizlik narahatlıqlarının, yeni sərvət bölgüsünün və köhnə sistem adamlarının kəsişdiyi Bakıda görünən şəxs idi. Belə illər insanın gözünü dəyişir. Baxış artıq yalnız görmür, ölçür. Söz artıq yalnız səslənmir, risk daşıyır. Evə qayıtmaq artıq yalnız gündəlik vərdiş olmur, bəzən taleyin sınağına çevrilir. 8-ci fəsil. Məhv edilmiş səhifələr. Təsdiqlənmiş fakt budur, Ziya Bünyadov sənəd adamı idi. Onun elmi fəaliyyəti mənbələrə, arxivlərə, qədim mətnlərə, şərhli nəşrlərə, tərcümələrə, tarixin gizli qatlarına bağlı idi. O, Orta əsr Azərbaycan tarixini araşdırırdı, ərəb və fars mənbələri ilə işləyirdi, qırmızı terror kimi repressiya mövzusuna toxunan əsər yazmışdı. Açıq mənbələr onu 450-dən çox monoqrafiya, məqalə, məruzə və şərhli tərcümənin müəllifi və ya redaktoru kimi təqdim edir. Belə adamın taleyində arxiv təsadüfi söz deyil. Arxiv onun peşəsi idi, dili idi, silahı idi, müdafiəsi idi. Amma Ziya Bünyadovun qətli ilə bağlı arxivlər tam danışmır. Təsdiqlənmiş faktlar bizə hadisənin əsas xəttini verir. Fevralın 21-i, Bakı, yaşadığı bina, giriş, axşam saatları, ölümcül hücum. Rəsmi versiya bizə planlaşdırma sxemini verir. İzləmə, iki qrupa ayrılma, müşahidə, məlumat ötürmə, binanın yaxınlığında gözləmə, sürücünün buraxılması, pilləkənlərdə hücum, hadisə yerindən uzaqlaşma. Məhkəmə hökmü barədə açıq mənbələr məlumat verir. 2 nəfərə ömürlük, daha 5 nəfərə uzun müddətli azadlıqdan məhrum etmə cəzası verildiyi bildirilir. Amma bu işin tam arxiv xəritəsi açıq deyil. Məhkəmə hökmünün bütün mətni, istintaq protokollarının tam komplekti, bütün ifadələrin sözbəsöz forması, hadisə günü telefon danışıqlarının və görüşlərin tam xəritəsi, akademikin şəxsi arxivində qalan son qeydlərin siyahısı açıq mənbələrdə bütöv şəkildə görünmür. Bu o demək deyil ki, sənədlər mütləq məhv edilib. Bunu fakt kimi deyə bilmərik. Amma bu o deməkdir ki, cəmiyyətin gözündə arxivdə boşluqlar var. Məhv edilmiş səhifələr ifadəsi burada 2 qat mənalıdır. Təsdiqlənmiş fakt kimi demirik ki, konkret səhifələr kimlərsə tərəfindən məhv edilib. Açıq mənbələr bunu sübut edən birbaşa sənəd təqdim etmir. Amma versiya və bədii yaddaş səviyyəsində bu işdə sanki bəzi səhifələr yoxdur. Son günün səhifəsi, şəxsi qeydlərin səhifəsi, tam ifadələrin səhifəsi, mümkün sifarişçi sualının səhifəsi, qətldən əvvəl sənəd axtarışı iddiasını yoxlaya biləcək səhifə. Arxiv bəzən yalnız saxladıqları ilə deyil, göstərmədikləri ilə də danışır. Versiya olaraq, Sara Krombaçsın dissertasiyasında Tagira Bünyadovanın narahatlığına istinadən qətldən əvvəl mənzilə sənəd axtarışı kimi görünən giriş barədə məlumat qeyd olunur. Bu, təsdiqlənmiş məhkəmə faktı deyil. Amma bu məlumat bizi arxiv sualına gətirir. Əgər doğrudan da sənəd axtarılıbsa, hansı sənəd axtarılıb? Elmi arxiv, parlament qeydləri, şəxsi məktublar, hər hansı çıxışın qaralaması, dövlət içindəki narahat mövzularla bağlı qeydlər. Açıq mənbələr bu suallara təsdiqlənmiş cavab vermir. Bədii domsel fakt deyil, gecə vaxtı bir otaqda qovluqlar açılır. Kitab rəflərinin arxasında toz qalxır. Əlyazmaların arasında axtaran əl tələsir. O əl elmi mənbə axtarmır, cavab axtarmır, təhlükəli ola biləcək kağız axtarır. Masanın üstündə yarımçıq qeyd, kənarında işarə qoyulmuş səhifə, içində adlar olan zərf qalır. Sonra hər şey yerinə qoyulur, amma otağın havası dəyişir. Bu təsvir fakt deyil.
Bu, yalnız sənəd axtarışı iddiasının yaratdığı qorxunu göstərən bədii səhnədir. Rəsmi versiyanın arxivində isə başqa səhifələr var. Bu səhifələrdə radikal dini qruplaşma xətti dayanır. Açıq mənbələrə görə qətlin planlaşdırılması üçün 1997-ci ilin yanvarında Bakıda toplantı keçirildiyi, Ziya Bünyadovun hərəkət marşrutunun izlənildiyi, xidməti avtomobilinin müşahidə edildiyi, qətl günü dəstənin iki qrupa bölündüyü qeyd olunur. Burada vilayəti Əl-Fəqi Hizbullah, Hizbullah-in Azərbaycan qolu və Ceyşaullah konteksti ilə bağlı adlar çəkilir. Rəsmi motiv xətti dini siyasi ittihamlar üzərində qurulur. Bu rəsmi arxiv xətti məhkəmə hökmü ilə nəticələnmişdir. Amma alternativ baxış həmin arxivə başqa sual verir. Əgər icraçılar məlumdursa, bəs hadisənin bütün mənası məlumdurmu? Əgər radikal qrup xətti sübut edilibsə, bu, başqa maraq dairələrinin ehtimalını avtomatik bağlayırmı? Əgər bəzi təşkilatçılar kimi göstərilən şəxslərin sonraki taleyi tam aydın deyilsə, bu işin tam bağlanmasına mane olurmu? Bu suallar versiya sahəsinə aiddir və sübut kimi təqdim olunmamalıdır. Burada gizli protokollar ifadəsi də ehtiyatla işlənməlidir. Açıq mənbələrdə istintaq və məhkəmə materiallarına istinadlar var, amma onların hamısı tam şəkildə ictimaiyyətin qarşısında deyil. Ona görə də biz gizli protokollar deyəndə konkret mövcudluğu təsdiqlənmiş, amma məzmununu bildiyimiz sənədlərdən danışmırıq. Biz daha çox bağlı qalan, tam dərc edilməyən, yalnız fraqmentlərlə mediaya düşən istintaq dilindən danışırıq. Həmin fraqmentlər qətlin sxemini göstərir, amma tamaşaçının bütün suallarını bağlamır. Təsdiqlənmiş faktlarla versiyanın sərhədi burada yenə də vacibdir. Təsdiqlənmiş fakt, Ziya Bünyadovun qətli ilə bağlı məhkəmə hökmü olmuşdur. Təsdiqlənmiş fakt, açıq mənbələrdə bəzi məhkumların adları və cəzalar göstərilir. Təsdiqlənmiş fakt, hadisə yaşadığı binanın girişində baş vermişdir. Rəsmi versiya, qətl radikal dini qruplaşma ilə əlaqəli şəxslər tərəfindən törədilmişdir və İran yönümlü təsir şəbəkəsi ilə əlaqələndirilmişdir. Alternativ versiya, qətlin arxasında daxili siyasi maraqlar, korrupsiya, ordu və özəlləşdirmə ilə bağlı narahat dairələr dayana bilərdi. Bədii domsel fakt deyil, bəzi səhifələr qəsdən yoxa çıxmış, bəzi protokollar kilidli siyirmələrdə qalmış, bəzi adlar kağızdan silinmiş kimi görünür. Bu bədii domsel fakt deyil. Amma cəmiyyətin yaddaşında yaranmış hissi izah edir. Çünki böyük qətllərdən sonra insanlar yalnız kim vurdu sualını vermirlər. Onlar kim sustu, kim faydalandı, kim sənədi görmədi, kim səhifəni çevirdi, kim arxivi bağladı suallarını da verirlər. Ziya Bünyadovun həyatı özü arxivlə savaş idi. O, tarixi mənbələrdən çıxarırdı. O, unudulmuş dövrləri danışdırırdı. O, qırmızı terror kimi mövzuya toxunaraq susturulmuş keçmişin izlərinə gedirdi. Ona görə də onun öz qətli ətrafında arxiv boşluqlarının qalması iki qat ağrılı görünür. Tarixi danışdıran adamın ölümü haqqında tarix hələ tam danışmır. Bədii domsel fakt deyil, bir arxiv otağında rəflər uzanır. Qovluqların üstündə adlar var, illər var, möhürlər var, bir qovluq açılır, içində rəsmi sxem görünür. O biri qovluq açılır, içində müsahibə səsi eşidilir. Üçüncü qovluq açılmır. Dördüncü qovluğun içində bir səhifə yoxdur. Beşinci qovluğun kənarında yalnız bir sual qalır, kimə sərf edirdi? Bu təsvir sənəd deyil. Bu, araşdırmanın psixoloji xəritəsidir. Və indi əsas xəyanət motivi ortaya çıxır. Xəyanət yalnız dostun düşmənə çevrilməsi deyil. Dövlət və cəmiyyət tarixində xəyanət bəzən başqa cür olur. Simvola çevrilmiş insanı qoruyan sistemin həmin insanı qorumaqda aciz qalması. Bir ölkə öz qəhrəmanını mərasimlərdə ucalda bilər, amma onu gündəlik təhlükənin qarşısında tək buraxarsa, yaddaşda ağrılı çat yaranır. Ziya Bünyadovun qətli bu çatın adlarından biridir. Bu, konkret şəxsə qarşı ittiham deyil. Bu, dövrün faciəvi nəticəsi haqqında ümumi qiymətləndirmədir. 9-cu fəsil. Son saatların xəyanəti. Təsdiqlənmiş fakt budur. Ziya Bünyadovun son 24 saatının tam saat-basaat rekonstruksiyası açıq mənbələrdə yoxdur. Biz onun həmin gün səhərdən axşama qədər bütün görüşlərini, bütün telefon danışıqlarını, bütün sənədlərini, bütün planlarını təsdiqlənmiş şəkildə bilmirik. Ən yaxşı sənədləşən hissə axşam saatlarına yaxın başlayır. Rəsmi sxemə görə qətl günü qrup 2 hissəyə ayrılır. Müşahidə edənlər onun evə qayıtmasını xəbər verir. İkinci qrup binanın yaxınlığında gözləyir.
O isə sürücüsünü buraxaraq tək daxil olur. Bu, son saatların ən sərt düyünüdür. Bir insanın taleyində bəzən xəyanət açıq gəlmir. O, qapını sındırmır, meydanda ad çəkmir, elan vermir. Xəyanət bəzən adi bir vərdişin pozulduğu anda görünür. Adətən müşayiət olunan adamın həmin gün tək qalxması. Adətən təhlükənin uzaqda görünməsi, amma evin girişində dayanması. Adətən dövlət simvolu kimi qorunan insanın gündəlik həyatın ən adi yerində müdafiəsiz qalması. Təsdiqlənmiş fakt, açıq mənbələrdə sürücünün adətən onu mənzilə qədər müşayiət etdiyi, qətl günü isə Ziya Bünyadovun sürücüsünü buraxaraq tək daxil olduğu qeyd olunur. Bu detal rəsmi sxemdə kritik an kimi görünür. Amma onun niyə məhz həmin gün tək qalxdığını bilmirik. Bu barədə açıq mənbələrdə tam təsdiqlənmiş daxili izah yoxdur. Ona görə də bu boşluğu ehtiyatla saxlamalıyıq. Bədii domsel fakt deyil, maşın dayanır. Qapı açılır. Axşam havası içəri dolur. Sürücü ilə qısa, adi, gündəlik bir ayrılıq olur. Heç kim bilmir ki, adi bir get sözü bəzən tarixin ən ağır səslərindən birinə çevrilə bilər. Akademik binaya doğru gedir. Həyət onu tanıyır, divarlar onu tanıyır, pilləkənlər onun addımlarını tanıyır. Amma həmin axşam tanış yer yadlaşır. Bu təsvir fakt deyil. Bu, son saatların dramatik ehtimalıdır. Rəsmi versiya burada cavabı hazır şəkildə verir. Onu gözləyənlər əvvəlcədən planlaşdırılmış hücumun icraçıları idi. Bu xəttə görə dini-siyasi motivlə hərəkət edən radikal qrup üzvləri onun evini, marşrutunu, maşınını izləyib, uyğun anı seçib və qətli həyata keçiriblər. Məhkəmə hökmü bu xətt üzrə nəticələnib. Açıq mənbələrdə Nizami Nağıyev və Mahir Zeynalovun ömürlük həbs aldığı, daha 5 nəfərin uzun müddətli cəzalandırıldığı, Qalib Babayevin Azərbaycan-İran sərhədində həyatını itirdiyi, Tariyel Ramazanov və Cavanşir Aslanovun axtarışda olduğu yazılır. Bu, hüquqi nəticəsi olan rəsmi xəttdir. Alternativ versiya isə başqa sual verir. İcra edənlər bir şeydir, bəs faydalanan kim idi? Burada çox ehtiyatlı olmalıyıq. Açıq mənbələrdə qətlin arxasında konkret daxili siyasi sifarişçini məhkəmə səviyyəsində təsdiqləyən sənəd yoxdur. Ona görə də canlı və ya yaxın tarixli şəxslərə qarşı ittiham irəli sürmək olmaz. Amma siyasi detektivin kimə sərf edirdi, sualını da tam susturmaq olmaz. Sadəcə onu fakt kimi yox, versiya kimi saxlamaq lazımdır. Versiyalara görə Ziya Bünyadovun susması bir neçə dairəyə sərf edə bilərdi. Radikal dini çevrələrə, əgər onlar onu öz ideoloji düşməni kimi görürdülərsə, xarici təsir şəbəkələrinə, əgər Azərbaycan dövlətinin simvolik siyalısını hədəfə almaq istəyirdilərsə, daxili korrupsiya və özəlləşdirmə ilə bağlı qaranlıq maraqlara, əgər akademik həqiqətən onların haqqında danışmaq və ya sənəd açıqlamaq niyyətində idisə. Bunların birincisi rəsmi versiyanın xəttidir. Digərləri isə alternativ ehtimallardır və fakt kimi təsdiqlənmir. Bəs başlıca bədxah kimdir? Təsdiqlənmiş sənədlər bizə tək bir gizli sifarişçinin adını açıq, mübahisəsiz, bütün versiyaları bağlayacaq şəkildə vermir. Ona görə də bu hekayədə təhlükəsiz və dürüst cavab belədir. Faktlar səviyyəsində başlıca bədxah kimi konkret bir ad göstərmək mümkün deyil. Amma tarix səviyyəsində ən böyük bədxah 1990-cı illərin qaranlıq mexanizmi idi. Qorxudan faydalanan, arxivlərin bağlı qalmasından qidalanan, siyasi simvolların ölümünü öz məqsədləri üçün istifadə edən, cəmiyyətin inamını zəiflədən sistemsiz güc mühiti. Bu, bədii və analitik nəticədir, məhkəmə hökmü deyil. Əsl faydalanan kim oldu sualına faktlar belə cavab vermir, filan şəxs. Versiyalar isə müxtəlif istiqamətlər göstərir. Amma geniş tarixi baxışdan ən çox qazanan şey insan deyildi, qorxu idi, filan şəxs. Versiyalar isə müxtəlif istiqamətlər göstərir. Amma geniş tarixi baxışdan ən çox qazanan şey insan deyildi, qorxu idi. Ziya Bünyadovun ölümündən sonra qorxu daha da dərinləşdi. Hər kəs anladı ki, müharibə qəhrəmanı olmaq da, akademik olmaq da, deputat olmaq da, dövlət simvolu olmaq da qapı ağzında tam toxunulmazlıq yaratmır. Bu anlayış cəmiyyəti susturur. Susqunluq isə qaranlıq dövrlərin ən böyük qazancıdır. Bu mənada başlıca bədxah qorxunun özü idi. Onu qidalandıranlar isə hansı versiyaya inanmağımızdan asılı olaraq dəyişir. Rəsmi versiyada qorxunu radikal dini qruplaşma yaradır. Alternativ versiyada qorxunu daxili siyasi və iqtisadi maraqların qaranlıq şəbəkəsi yaradır.
Bədii yaddaşda qorxunu bütöv bir keçid dövrü yaradır. İmperiyadan çıxmış, müharibə ilə yaralanmış, yeni dövlət qurmağa çalışan, amma köhnə vərdişləri və yeni tamahları eyni anda daşıyan Bakı. Bədii domsel fakt deyil, həmin axşam pilləkəndə yalnız bir neçə adam yox idi. Orada bütün dövr dayanmışdı. Köhnə imperiyanın kölgəsi, yeni dövlətin zəifliyi, xarici təsirlərin pıçıltısı, dini şüarların sərtliyi, özəlləşdirmə masalarının qaranlığı, arxiv qovluqlarının susqunluğu, ailə qapısının işığı və bir insanın tək addımı. Bu təsvir fakt deyil. Bu, faciənin simvolik səhnəsidir. Son saatların xəyanəti də elə buradadır. Xəyanət yalnız ona hücum edənlərin hərəkəti ilə məhdudlaşmır. Əgər bir cəmiyyət öz ən ağır suallarına illərlə tam cavab tapa bilmirsə, bu da yaddaşa xəyanət kimi yaşanır. Əgər arxivlər tam açılmırsa, bu da həqiqətə xəyanət hissi yaradır. Əgər ailə xatirələri, müsahibələr, rəsmi sənədlər və alternativ versiyalar bir-birinin yanında dayanır, amma ortaq nöqtəyə gəlmirsə, o zaman ölkə yalnız bir insanı itirmir, öz keçmişini anlamaq imkanının bir hissəsini də itirir. Təsdiqlənmiş faktlar finalda yenə ayrıca dayanır. Ziya Bünyadov Sovet İttifaqı qəhrəmanı idi. Tarixçi, şərqşünas, akademik, professor idi. Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti idi. Milli Məclisin deputatı idi. Yeni Azərbaycan Partiyası xəttində siyasi fiqur idi. Vasim Məmmədəliyevlə birlikdə Qurani Kərimi Azərbaycan dilinə tərcümə etmişdi. Fevralın 21-də 1997-ci ildə Bakıda yaşadığı binanın girişində qətlə yetirildi. Fevralın 23-də onunla vida mərasimi keçirildi və o, fəxri xiyabanda dəfn olundu. Ölümündən sonra İstiqlal ordeni ilə təltif edildi, adı prospektə və instituta verildi. Rəsmi versiya ayrıca dayanır. Qətl radikal dini qruplaşma ilə əlaqəli şəxslər tərəfindən planlaşdırılmış və törədilmişdir. Motiv kimi dini siyasi ittihamlar, İran izi barədə iddialar və ona qarşı qurulmuş düşmən obrazı göstərilmişdir. Məhkəmə hökmü olmuş, bəzi şəxslər ömürlük, bəziləri uzun müddətli həbs cəzası almışdır. Bu xətt hüquqi nəticəsi olan rəsmi izahdır. Alternativ versiyalar ayrıca dayanır. Bəzi araşdırmaçılar, politologlar, müxalif media materialları və Sara Krombaçsın dissertasiyasında verilən müsahibə xətləri qətlin daxili siyasi maraqlar, korrupsiya, ordu və özəlləşdirmə mövzuları ilə bağlı ola biləcəyini ehtimal edir. Tagira Bünyadovanın narahatlığına istinadən mənzildə sənəd axtarışı kimi görünən giriş barədə məlumat da bu sualları gücləndirir. Amma bunlar məhkəmə səviyyəsində təsdiqlənmiş fakt deyil. Bədii domsel ayrıca dayanır və fakt deyil. Qaranlıq pilləkən, bağlanmış arxiv qovluğu, məhv edilmiş kimi görünən səhifələr, son addımın səsi, ailə qapısının arxasında qalan boşluq, şəhərin susması və qorxunun qalib gəlməsi bədii səhnələrdir. Onlar həqiqətin yerini tutmur, yalnız həqiqətin ətrafındakı soyuğu hiss etdirmək üçündür. Və indi üçüncü hissə bizi finala yaxınlaşdırır. Çünki artıq anlayırıq, Ziya Bünyadovun qətli yalnız bir axşamın hadisəsi deyildi. O, müharibədən çıxmış qəhrəmanın, arxivlə yaşayan alimin, dini mətnə toxunan tərcüməçinin, parlamentdə görünən siyasi fiqurun və müstəqil Bakının qaranlıq illərinin kəsişdiyi nöqtə idi. Onun bədəni son həqiqəti daşımadı, arxivlər bütün sirləri açmadı, məhkəmə hökmü hamının içindəki şübhəni tam söndürmədi, versiyalar isə illər keçdikcə daha da dərinləşdi. Ən böyük sual hələ də yaşayır, onu həmin pilləkəndə yalnız icraçılar gözləyirdi, yoxsa qorxu ilə idarə olunan bütöv bir dövr. Və əgər başlıca bənəficiyar qorxu idisə, deməli, Ziya Bünyadovun hekayəsini danışmaq təkcə keçmişi xatırlamaq deyil. Bu, qorxunun qazandığı yerdə yaddaşın yenidən danışmağa başlamasıdır. İstifadə olunmuş hüquqlar 7, 8, 9. 10-cu fəsil. Gizli qrupların xəritəsi. Təsdiqlənmiş fakt budur, Ziya Bünyadovun qətli ilə bağlı rəsmi istintaq xətti radikal dini qruplaşma ilə əlaqəli şəxslərin üzərində qurulmuşdur. Açıq mənbələrdə vilayəti Əl-Fəqi Hizbullah, Hizbullah in Azərbaycan qolu və Ceyşaullah konteksti ilə bağlı adlar çəkilir. Rəsmi və məhkəmə hökmünə istinad edən materiallarda qətlin əvvəlcədən planlaşdırıldığı, akademikin yaşadığı binanın ətrafının və hərəkət marşrutunun izlənildiyi, qətl günü dəstənin iki hissəyə ayrıldığı göstərilir. Bu xətt hüquqi nəticə ilə tamamlanmışdır. Açıq mənbələrə görə ölüm işi üzrə hökm 2001-ci ilin fevralında elan olunmuş, 2 nəfər ömürlük, daha 5 nəfər uzun müddətli azadlıqdan məhrum edilmişdir.
Nizami Nağıyev və Mahir Zeynalovun ömürlük həbs aldığı, Qalib Babayevin Azərbaycan-İran sərhədində həyat yolunun tamamlandığı, Tariyel Ramazanov və Cavanşir Aslanovun isə axtarışda olduğu qeyd edilir. Bunlar rəsmi xəttin sənədlərdə və mediada təkrarlanan sütunlarıdır. Amma gizli qrupların xəritəsi yalnız adlardan ibarət deyil. Gizli qrup dediyimiz şey bəzən təşkilatın özü deyil, onun yaratdığı qorxu şəbəkəsidir. Bir adamı izləyən gözlər, bir evin ətrafında dolaşan kölgələr, bir marşrutun qeyd edilməsi, bir sürücünün vərdişinin müşahidə olunması, bir pilləkənin seçilməsi. Rəsmi versiya bu mexanizmi radikal dini qrupun planı kimi izah edir. Rəsmi motiv xəttinə görə Ziya Bünyadova qarşı düşmən obrazı dini-siyasi ittihamlar üzərində qurulmuşdu. Açıq mənbələrdə Albaniya tarixi kitabına yazılmış ön sözə görə ona qarşı irəli sürülən dini təhqir iddiaları, İran dini dairələrində ona qarşı fətva verilməsi barədə iddia və bəzi radikal çevrələrin onu Mossadla əlaqələndirməsi göstərilir. Burada sərhəd yenə də aydındır. Bu ittihamların Ziya Bünyadov haqqında fakt kimi doğruluğu təsdiqlənmir. Onlar ona qarşı qurulmuş düşmən obrazının rəsmi istintaq xəttində motiv kimi göstərilən təbliğat dilinin hissəsi kimi təqdim olunmalıdır. Sənədləşdirilmiş fon budur ki, 1990-cı illərin Azərbaycanı dini ekstremizm riskləri, xarici təsir iddiaları, təhlükəsizlik narahatlıqları və dövlət institutlarının yenidən qurulması şəraitində yaşayırdı. ABŞ Dövlət Departamentinin sonraki hesabatlarında Azərbaycanda antiterror sahəsində əməkdaşlıqdan və Ceyşaullah üzvlərinin məhkum edilməsindən danışılır. Bu geniş fon rəsmi versiyanın yerləşdiyi tarixi mühiti anlamağa kömək edir. ABŞ Dövlət Departamentinin sonraki hesabatlarında Azərbaycanda antiterror sahəsində əməkdaşlıqdan və Ceyşaullah üzvlərinin məhkum edilməsindən danışılır. Bu geniş fon rəsmi versiyanın yerləşdiyi tarixi mühiti anlamağa kömək edir. Amma fon sübut deyil. Fon yalnız hadisənin nəfəs aldığı havanı göstərir. Versiya olaraq başqa xətt də mövcuddur. Bir sıra araşdırmaçılar və müxalif mənbələr rəsmi dini ekstremist izahın bütün suallara cavab vermədiyini bildirirlər. Onların fikrincə, radikal qrup xətti icra mexanizmini açıqlasa belə, mümkün sifarişçilər, daha geniş siyasi maraqlar və dövrün qaranlıq əlaqələri barədə suallar qalır. Bu, sübut olunmuş məhkəmə faktı deyil. Bu, alternativ baxışdır. Alternativ versiyalarda daxili siyasi maraqlar, korrupsiya ehtimalları, ordu və özəlləşdirmə ətrafında dolaşan narahat suallar önə çəkilir. Sara Krombaçsın dissertasiyasında bəzi müsahibə iştirakçılarının Ziya Bünyadovun kompromat xarakterli məlumatları açıqlamaq istədiyinə inandıqları qeyd olunur. Tagira Bünyadovanın narahatlığına istinadla mənzildə sənəd axtarışı kimi görünən giriş barədə məlumat da xatırladılır. Amma bu məlumatlar təsdiqlənmiş məhkəmə faktı deyil, xatirə və müsahibə səviyyəsində qalan xəttdir. Bədii ehtimal fakt deyil, Bakı xəritəsinin üzərinə görünməz xətlər çəkilir. Bir xətt evin girişinə gedir, başqa xətt akademiyanın dəhlizlərinə, üçüncü xətt parlament zalına, dördüncü xətt köhnə arxiv otaqlarına, beşinci xətt sərhəd tərəfə, altıncı xətt xarici təsir dairələrinin pıçıltılarına. Xəritədə küçələr görünür, amma əsl yollar görünmür. Çünki qaranlıq illərdə ən təhlükəli yollar bəzən asfaltla yox, qorxu ilə çəkilir. Bu təsvir fakt deyil. Bu, gizli qruplar barədə danışanda cəmiyyətin yaddaşında yaranan psixoloji xəritədir. Təsdiqlənmiş fakt budur ki, Ziya Bünyadov sadəcə elmi fiqur deyildi. O, Sovet İttifaqı qəhrəmanı idi. Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti idi. Milli Məclisin deputatı idi. Yeni Azərbaycan Partiyası xəttində siyasi fiqur idi. Vasim Məmmədəliyevlə birlikdə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsində iştirak etmişdi. Bu cür çoxqatlı şəxsiyyətin hədəfə çevrilməsi hadisəyə təkcə kriminal yox, siyasi və simvolik mənada verdi. Heydər Əliyevin vida mərasimindəki çıxışı da bunu göstərdi. O, Ziya Bünyadovun ölümünü yalnız bir şəxsin faciəsi kimi deyil, xalq və dövlətə qarşı yönəlmiş ağır hadisə kimi mənalandırdı. Beləliklə, qətl ilk gündən dövlət yaddaşında böyük siyasi simvola çevrildi. Amma simvola çevrilən hadisə bəzən daha çox sual doğurur. Çünki dövlət yaddaşı hadisəyə məna verir, xalq yaddaşı isə cavab axtarır. Rəsmi versiya kim etdi, sualına hüquqi cavab təqdim edir. Alternativ versiyalar niyə məhz o və kimə sərf edirdi, suallarını açıq saxlayır. Bədii yaddaş isə bütün bu sualları bir səhnəyə gətirir. Qaranlıq pilləkən, tək qalan insan, susan şəhər və bağlı arxivlər.
Bədii ehtimal fakt deyil, həmin axşam onu yalnız bir dəstə gözləmirdi. Onu qorxular gözləyirdi. Onu susmuş arxivlər gözləyirdi. Onu tamamlanmamış dövlət institutlarının zəifliyi, keçmiş imperiyanın kölgəsi, yeni müstəqilliyin ağrısı, dini şüarların sərtliyi, siyasi pıçıltıların soyuqluğu gözləyirdi. Bu səhnə sənəd deyil. Bu, dövrün simvolik obrazıdır. Və burada ən vacib nəticə yaranır. Gizli qruplar təkcə rəsmi cinayət işinin personajları deyil. Gizli qruplar bəzən tarixdə belə yaşayır. Adı çəkilənlər, adı çəkilməyənlər, hökm alanlar, axtarışda qalanlar, susanlar, danışanlar, sənədlərdə görünənlər və heç vaxt tam görünməyənlər. Təsdiqlənmiş faktlar bizə rəsmi xəritəni verir. Versiyalar bizə şübhənin xəritəsini verir. Bədii ehtimal fakt deyil, bizə qorxunun xəritəsini verir. Və Ziya Bünyadovun qətli bu üç xəritənin üst-üstə düşdüyü yerdə dayanır. 11-ci fəsil. Tunellər. Tunel həmişə yerin altında olmur. Bəzən tunel arxivlər arasında açılır. Bir sənəddən digər sənədə, bir ifadədən başqa ifadəyə, bir rəsmi versiyadan alternativ ehtimala, bir ailə xatirəsindən dövlət mərasiminə, bir pilləkəndən fəxri xiyabana uzanan görünməz keçid də tuneldir. Təsdiqlənmiş fakt budur. Ziya Bünyadovun həyatında belə keçidlər çox idi. O, Astarada doğulmuş, rəsmi yubiley xəttində 1923-cü il əsas götürülmüş, bəzi bioqrafik arayışlarda isə 1921-ci il göstərilmişdir. Orta məktəbi Göyçayda bitirdikdən sonra Bakı Hərbi Məktəbinə daxil olmuşdur. İkinci Dünya müharibəsində Qafqaz, Ukrayna, Moldova, Belarus, Polşa və Berlin istiqamətlərində döyüşmüşdür. Pilitsa çayı üzərində strateji körpünün tutulması ilə bağlı döyüşdə fərqlənmiş, Sovet İttifaqı qəhrəmanı adını almışdır. Sonra başqa tunel açılmışdır. Müharibədən elmə keçid. Moskva Şərqşünaslıq İnstitutu, namizədlik dissertasiyası, Bakıya qayıdış, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu, Tarix Elmləri doktoru adı, professorluq, akademik zirvələr. Azərbaycan 7-ci, 9-cu əsrlərdə Azərbaycan Atabəylər dövləti, Xarəzmşahlar dövləti, qırmızı terror kimi əsərlər. Orta əsr mənbələri, repressiya arxivləri, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi. Sonra 3-cü tunel, elmdən siyasətə keçid. Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Yeni Azərbaycan Partiyası xəttində siyasi fəaliyyət, Milli Məclisin deputatı. O, kabinet alimi olmaqdan çıxıb dövlətin görünən simvollarından birinə çevrildi. Və nəhayət, ən qaranlıq tunel, yaşadığı binanın girişindən tarixə açılan keçid. Fevralın 21-də 1997-ci ildə axşam saatlarında Ziya Bünyadovun yer üzündəki yolu Bakıda yaşadığı binanın girişində tamamlandı. Açıq mənbələrdə hadisənin saat 18 radələrində, bəzi materiallarda saat 18:10 dəqiqə ətrafında baş verdiyi qeyd olunur. Bu, təsdiqlənmiş faktların sərt qapısıdır. Rəsmi versiyaya görə həmin qapıya aparan tunel yanvardan başlayırdı. Məhkəmə materiallarına istinad edən yazılarda qətlin planlaşdırılması üçün toplantı keçirildiyi, akademikin hərəkət marşrutunun izlənildiyi, xidməti avtomobilinin müşahidə edildiyi, qətl günü dəstənin iki qrupa ayrıldığı göstərilir. Müşahidə edənlər onun evə qayıtması barədə məlumat ötürür, digər qrup binanın yaxınlığında gözləyir. O, sürücüsünü buraxaraq tək daxil olur və pilləkənlərdə həyatının son səhnəsi başlayır. Bu, rəsmi tuneldir. Plan, müşahidə, gözləmə, icra, qaçış, istintaq, hökm. Alternativ versiyalarda isə başqa tunellər var. Bu tunellər açıq sənədlərlə tam işıqlanmır. Onlar müsahibələrdən, xatirələrdən, müxalif media materiallarından, akademik araşdırmalardan keçir. Bu versiyalarda Ziya Bünyadovun daxili siyasi və iqtisadi maraqlar, korrupsiya, ordu və özəlləşdirmə mövzuları ilə bağlı narahat dairələr üçün təhlükəli görünə biləcəyi ehtimal edilir. Amma bu xətt məhkəmə səviyyəsində təsdiqlənmiş fakt deyil. Bədii ehtimal fakt deyil, hər versiya bir tuneldir. Birinin divarında dini şüarlar yazılıb. O biri tunelin divarında dövlət idarələrinin qaranlıq dəhlizləri görünür. Üçüncü tuneldə özəlləşdirmə sənədlərinin saralmış kənarları var, dördüncü tuneldə ailə xatirəsinin zəif işığı yanır. Beşinci tunel isə arxivə gedir, amma qapısı hələ açılmır. Bu təsvir fakt deyil. Bu, müxtəlif izahların tamaşaçı yaddaşında yaratdığı daxili labirintdir. Tunel motivi Ziya Bünyadovun həyatına başqa mənada da uyğundur. O, keçmişlə bugün arasında tunel açan alim idi. Ərəb və fars mənbələrindən Azərbaycan tarixinə yol çəkirdi.
Orta əsrlərin qaranlıq səhifələrini müasir oxucuya çatdırırdı. Repressiya tarixinin qorxulu qatlarına toxunurdu. O, tarixi susduğu yerdən çıxarıb danışdırmağa çalışırdı. Buna görə də onun öz qətli haqqında bəzi qapıların bağlı qalması ağır paradoks yaradır. Tarixi danışdıran adam haqqında tarix hələ tam danışmır. Təsdiqlənmiş fakt budur. Onun ölümündən sonra vida mərasimi keçirildi. O, fəxri xiyabanda dəfn olundu. Ölümündən sonra İstiqlal ordeni ilə təltif edildi. Adı prospektə və Şərqşünaslıq İnstitutuna verildi. Rəsmi yaddaş onu qorudu, ucaltdı, simvola çevirdi. Amma başqa tunel xalq yaddaşında qaldı. Orada suallar var idi. Son 24 saat niyə tam bilinmir? Onun həmin gün kimlərlə danışdığı niyə açıq mənbələrdə bütöv xəritə kimi görünmür? Qətldən əvvəl mənzildə sənəd axtarışı kimi görünən giriş barədə xatirə nə dərəcədə araşdırılıb? Rəsmi versiya bütün siyasi qaranlığı izah edirmi? Axtarışda adı çəkilən şəxslərin sonraki taleyi ilə bağlı suallar tam bağlanıbmı? Bu sualların hər biri tunelin dərinliyində səslənir. Və burada sənədli hekayənin borcu yenə də eynidir, cavabsız sualı hökmə çevirməmək. Təsdiqlənmiş fakt ayrı dayanır. Rəsmi versiya ayrı dayanır. Alternativ ehtimal ayrı dayanır. Bədii təsvir isə açıq şəkildə fakt deyil. Bədii ehtimal fakt deyil, Bakı gecəsində yeraltı bir tunel uzanır. Tunelin bir başında Pilitsa körpüsü var, o biri başında qəhrəmanlar evi kimi tanınan bina. Bir tərəfdə gənc zabitin addımları eşidilir, o biri tərəfdə yaşlı akademikin axşam addımları. Divarlarda kitab adları görünür, Qırmızı terror, Azərbaycan Atabəylər dövləti, Xarəzmşahlar dövləti. Sonra tunelin içində bir qapı açılır və oradan 1990-cı illərin Bakısı görünür, susqun, yorğun, narahat, şayələrlə dolu, arxivləri bağlı. Bu təsvir fakt deyil. Amma bir insanın taleyindən bir dövrə keçidi göstərən bədii keçiddir. Tunellərin ən qorxulusu isə insanın öz yaddaşında açılan tuneldir. Bir faciədən sonra cəmiyyət illərlə eyni yerə qayıdır. O pilləkəni görməsə də təsəvvür edir. O axşamı yaşamasa da xatırlayır. O sənədləri oxumasa da onların varlığını hiss edir. Hər il dönümü, hər məqalə, hər müzakirə həmin tuneli yenidən açır. Ziya Bünyadovun qətli də belə tunelə çevrildi. Bir ucunda təsdiqlənmiş faktlar dayanır. Bir ucunda rəsmi hökm dayanır. Bir ucunda alternativ şübhələr dayanır. Bir ucunda ailənin itki sükutu dayanır. Bir ucunda isə hələ də tam açılmamış arxiv qapısı. Və biz finala yaxınlaşdıqca anlayırıq ki, bu hekayənin əsas sirri yalnız kim etdi, sualı deyil. Əsas sirr budur, bir ölkə öz qəhrəmanının ölümündən sonra həqiqətə gedən bütün tunelləri açmağa hazır idimi? 12-ci fəsil. Gecə gələn ziyarətçi. Bəzi hekayələrdə ziyarətçi qapını döyür. Bu hekayədə isə ziyarətçi bəlkə də heç görünmür. O, sənədlərdə kölgə kimi keçir, xatirələrdə narahatlıq kimi qalır, versiyalarda başqa adlarla qayıdır, bədii yaddaşda isə gecə gələn sual kimi yaşayır. Açıq mənbələr əsasında demək mümkündür, Ziya Bünyadovun son günü haqqında tam saat-basaat rekonstruksiya ictimaiyyətə açıq deyil. Onun həmin gün səhərdən axşama qədər kimlərlə görüşdüyü, hansı telefon danışıqları etdiyi, hansı sənədlərə baxdığı və nə planlaşdırdığı açıq mənbələrdə bütöv xəritə kimi görünmür. Ən yaxşı sənədləşən hissə axşam saatlarına yaxın rəsmi sxemdir. Müşahidə, məlumat ötürülməsi, binanın yaxınlığında gözləmə, sürücünün buraxılması və onun tək daxil olması. Biz onun həmin gün səhərdən axşama qədər kimlərlə görüşdüyünü, hansı telefon danışıqları etdiyini, hansı sənədlərə baxdığını, nə planlaşdırdığını tam bilmirik. Ən yaxşı sənədləşən hissə axşam saatlarına yaxın rəsmi sxemdir. Müşahidə, məlumat ötürülməsi, binanın yaxınlığında gözləmə, sürücünün buraxılması və onun tək daxil olması. Təsdiqlənmiş fakt budur ki, o axşam onun həyat yolu yaşadığı binanın girişində tamamlandı. Rəsmi versiyaya görə onu gözləyənlər radikal dini qruplaşma ilə əlaqəli şəxslər idi. Bu versiyada ziyarətçi anlayışı konkretləşir. Planı olan dəstə, müşahidə edən qrup, binanın yanında gözləyən icraçılar. Məhkəmə hökmü bu xətt üzrə nəticələnmişdir. Açıq mənbələrdə cəzalar, adlar, təşkilati əlaqələr və dini-siyasi motivlər göstərilir. Amma alternativ versiyalar başqa ziyarətçidən danışır. Bu ziyarətçi konkret qapıya gələn adam olmaya bilər. O, maraqdır. O, qorxudur.
O, açıqlanmasından çəkinilən sənəddir. O, susturulmalı söz ehtimalıdır. O, daxili siyasi və iqtisadi gərginliklərin qaranlıq kölgəsidir. Bu versiyaya görə Ziya Bünyadovun susması yalnız radikal dini çevrələrə yox, başqa dairələrə də sərf edə bilərdi. Amma bu ehtimal təsdiqlənmiş məhkəmə faktı deyil. Sara Krombaçsın araşdırmasında qeyd olunan müsahibə xətləri və Tagirə Bünyadovanın narahatlığına istinad edilən sənəd axtarışı məlumatı bu ziyarətçi obrazını daha da dərinləşdirir. Sara Krombaçsın araşdırmasında qeyd olunan müsahibə xətləri və Tagirə Bünyadovanın narahatlığına istinad edilən sənəd axtarışı məlumatı bu ziyarətçi obrazını daha da dərinləşdirir. Əgər qətldən əvvəl mənzilə sənəd axtarışı kimi görünən giriş olmuşdusa, bu sual doğurur: kim və niyə onun sənədləri ilə maraqlana bilərdi? Amma cavab yoxdur. Bunu fakt kimi demirik. Bunu sual kimi saxlayırıq. Bədii ehtimal fakt deyil, gecə bir ziyarətçi gəlir. O, qapını bərkdən döymür. O, səs salmır. O, yalnız otağın havasını dəyişir. Kitab rəflərinin qarşısında dayanır, qovluqlara baxır, bir səhifənin kənarında qoyulmuş işarəni görür. Sonra gedir. Ardınca yalnız açıq qalmış sual qalır: nə axtarılırdı? Bu təsvir fakt deyil. Bu, xatirə səviyyəsində verilən sənəd axtarışı iddiasının yaratdığı psixoloji səhnədir. Gecə gələn ziyarətçi başqa cür də başa düşülə bilər. O, ölüm xəbəri deyil. O, tarixdir. Tarix bəzən xəbərdarlıq etmədən gəlir. Bir insanın qapısında dayanır və onu şəxsi həyatından çıxarıb xalq yaddaşına aparır. Ziya Bünyadov üçün bu ziyarətçi fevralın 21-də gəldi. O gündən sonra o, artıq yalnız ailəsinin, tələbələrinin, həmkarlarının tanıdığı insan deyildi. O, qaranlıq illərin simvoluna çevrildi. Təsdiqlənmiş fakt budur: vida mərasimində Heydər Əliyev onun ölümünü xalq və dövlətə qarşı ağır hadisə kimi təqdim etdi. Bu sözlər qətlin mənasını rəsmi yaddaşda genişləndirdi. Daha sonra orden, fəxri xiyaban, prospekt və institut onun adını dövlət yaddaşına bağladı. Amma ziyarətçi getmədi. Çünki suallar qaldı. Son 24 saatın boşluqları qaldı. Rəsmi versiyaya inananlarla ona şübhə ilə yanaşanların mübahisəsi qaldı. Dini ekstremizm xətti ilə daxili siyasi korrupsiya ehtimalı arasındakı gərginlik qaldı. Qətldən əvvəl sənəd axtarışı iddiası qaldı. Fətva barədə iddianın orijinal sənədi ilə bağlı sual qaldı. Axtarışda adı çəkilən şəxslərin taleyi ilə bağlı qaranlıq qaldı. Məhkəmə hökmünün və istintaq materiallarının tam açıq olmaması ətrafında ictimai maraq qaldı. Bütün bunlar ziyarətçinin kölgəsidir. Təsdiqlənmiş faktları bir daha ayrı qoyaq. Ziya Bünyadov Sovet İttifaqı qəhrəmanı idi. Tarixçi, şərqşünas, ərəbşünas, akademik və professor idi. Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti idi. Milli Məclisin deputatı idi. Yeni Azərbaycan Partiyası xəttində siyasi fiqur idi. Vasim Məmmədəliyevlə birlikdə Qurani Kərimi Azərbaycan dilinə tərcümə etmişdi. 450-dən çox elmi və şərhli mətnin müəllifi və ya redaktoru kimi təqdim olunurdu. Fevralın 21-də 1997-ci ildə Bakıda yaşadığı binanın girişində onun yer üzündəki yolu tamamlandı. Fevralın 23-də vida mərasimi keçirildi və o, fəxri xiyabanda dəfn olundu. Ölümündən sonra İstiqlal ordeni ilə təltif edildi, adı prospektə və Şərqşünaslıq İnstitutuna verildi. Rəsmi versiyanı ayrıca qoyaq. Qətl radikal dini qruplaşma ilə əlaqəli şəxslər tərəfindən törədilmiş, dini siyasi motivlə izah edilmiş, İran yönümlü təsir şəbəkəsi ilə əlaqələndirilmişdir. Məhkəmə hökmü olmuş, bəzi şəxslər ömürlük, bəziləri uzun müddətli azadlıqdan məhrum edilmişdir. Bu, hüquqi nəticəsi olan rəsmi xəttdir. Alternativ versiyaları ayrıca qoyaq. Bəzi araşdırmaçılar, politologlar, müxalif media materialları və Sara Krombaçsın dissertasiyasında verilən müsahibə xətləri qətlin daxili siyasi maraqlar, korrupsiya, ordu və özəlləşdirmə ilə bağlı ola biləcəyini ehtimal edir. Tagirə Bünyadovanın narahatlığına istinad edilən sənəd axtarışı məlumatı da bu sualların içində yer alır. Amma bunlar fakt kimi təsdiqlənmiş hökm deyil, mübahisəli ehtimal və araşdırma xəttidir. Bədii ehtimalı ayrıca qoyaq və açıq deyək, fakt deyil.
Gecə gələn ziyarətçi, sənədlərin arasından keçən görünməz əl, pilləkəndə dayanmış dövr, qapı ağzında susan şəhər, arxivin açılmayan qovluğu, qorxunun kölgəsi bədii obrazlardır. Onlar sübut deyil. Onlar yalnız faciənin ətrafındakı havanı hiss etdirmək üçündür. Və indi bu hekayənin son qapısı açılır. Ziya Bünyadovun taleyi göstərdi ki, bir insan bəzən öz bioqrafiyasından böyük olur. O, müharibə qəhrəmanı idi, amma yalnız müharibə ilə izah olunmur. O, alim idi, amma yalnız kitabları ilə izah olunmur. O, deputat idi, amma yalnız siyasətlə izah olunmur. O, dini mətnin tərcüməçisi idi, amma yalnız dinlə izah olunmur. O, qətlə yetirilmiş ictimai fiqur idi, amma yalnız cinayət işi ilə izah olunmur. O, bütün bu xətlərin kəsişdiyi yerdə dayanırdı. Və bəlkə də buna görə onun ölümü hələ də sadə cavaba sığmır. Final. Ziya Bünyadovun yer üzündəki yolu tamamlandıqdan sonra ailənin qapısı arxasında şəxsi itki qaldı, dövlətin meydanında isə böyük simvol doğuldu. Onun yaxınları üçün bu hadisə əvvəlcə siyasi sual deyildi. Bu, evə qayıtmayan insanın boşluğu idi. Masada qalan kağızların, rəfdəki kitabların, yarımçıq söhbətlərin, hər dəfə açılıb bağlanan qapının yaratdığı ağır sükut idi. Cəmiyyət isə onun adını başqa cür xatırlamağa başladı. Qəhrəman, akademik, deputat, qaranlıq illərin qurbanı, cavabsız sual. Tələbələri və həmkarları üçün Ziya Bünyadovun ölümü elmin və dövlət yaddaşının itkisi idi. O, orta əsr mənbələrini danışdıran, Azərbaycan tarixinin böyük dövrlərinə işıq salan, repressiya mövzusuna toxunan, Qurani Kərimi Azərbaycan dilinə çevirən, akademiya ilə siyasət arasında körpü salan fiqur idi. Onun adı Şərqşünaslıq İnstitutuna verildi, prospektə yazıldı, fəxri xiyabanda daş yaddaşa çevrildi. Amma adın yaşaması sualın ölməsi demək olmadı. O, orta əsr mənbələrini danışdıran, Azərbaycan tarixinin böyük dövrlərinə işıq salan, repressiya mövzusuna toxunan, Qurani Kərimi Azərbaycan dilinə çevirən, akademiya ilə siyasət arasında körpü salan fiqur idi. Onun adı Şərqşünaslıq İnstitutuna verildi, prospektə yazıldı, fəxri xiyabanda daş yaddaşa çevrildi. Amma adın yaşaması sualın ölməsi demək olmadı. Ölkə üçün isə bu qətl 1990-cı illərin qaranlıq atmosferinin ən sərt rəmzlərindən birinə çevrildi. SSRI dağılmışdı, Qarabağ müharibəsinin ağrısı dərin idi, dövlət institutları yenidən qurulurdu, dini qruplaşmalar, xarici təsirlər, təhlükəsizlik narahatlıqları, özəlləşdirmə və korrupsiya barədə pıçıltılar eyni şəhərin havasında dolaşırdı. Belə bir dövrdə Sovet İttifaqı qəhrəmanı, akademik və deputat öz evinin girişində qorunmadı. Rəsmi cavab verildi, radikal dini qruplaşma, planlaşdırılmış qətl, məhkəmə hökmü, cəzalar. Alternativ suallar qaldı, daxili siyasi maraqlar var mıydı, sənədlər nə deyirdi, kim sustu, kim faydalandı, hansı arxiv hələ açılmadı. Bədii yaddaş isə başqa cür danışdı, müharibədə körpü tutan adam sülh şəhərində öz qapısına çata bilmədi. Və bəlkə də Ziya Bünyadovun hekayəsinin ən böyük dərsi budur. Tarix yalnız yazılan kitablar deyil, bəzən açılmayan qovluqlar, yarımçıq qalan ifadələr və illərlə cavab gözləyən pilləkənlərdir. Amma o axşam qapı ağzında yalnız qatillərmi dayanmışdı, yoxsa cavabı hələ də arxivlərin tozunda gizlənən bütöv bir dövrmü?